Xüsusi sponsorlar Medera Hospitalı, Almarket, sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, Aytən Sonsuzluq Mərkəzi, Zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, doktor Röya Musayeva, lor cərrah Leyla Zülfüqarova və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğu ilə Səni Axtarıram başlayır. Dəhşətli hadisə. Xalanın ümidinə qalan həyatı yerlə yeksan olan anasız qızın faciəsi. 13 yaşlı uşağın məktubunda daha nələr yazılıb? Xalamın yaşadığı insan qanları donduran olay. Bu məktubu bütün milyonlar gözyaşıyla izləyəcəkdir. Birazdan Səni Axtarıram da. 3 uşaq anası Gülnarın ailəsini dağıtdığı deyilən müğənni Mətanət kimdir? Soyadı mən desəm bu dəqiqə yer-yerindən oynayacaq. O xoşqədəm Hidayət qızına daha nələri yazdı? Onları narahat etməmişəm. Nə yazılı, nə də sözlü. Efirdən kənar görüş baş tutdu mu? Bir ailə dağılır dostlar. Bir yuva yıxılır. Gülnar ailəsini xilas edə biləcəkmi? 3 uşaqlı kişini evinə göndərir. Birazdan Səni Axtarıram da. Salam, xoş gördük hər kəsi. Hacıyeva Nəriman qızı axtarılır və Qarayeva Samirə Əbülfət qızı iyunun 12-sində Goranboyun. Mən bu arada TikTok'da Səni Axtarıram səhifəsindən canlı bağlayayım canlını. Yox, müğənninin ikinci hərfi, yəni. O dəhşət olacaq. Bugünkü veriliş mən inanıram ki, dəhşət olacaq. Dünən evdə otura bilmirdim telefonların səsindən. Onlar da baxsın, yaxşı, onlar da canlı izləsinlər deyə, onda belə eləyək. Dostlar, Qarayeva Samirə Əbülfət qızı iyunun 12-sində Goranboyun Yeni Yol kəndində itkin düşübdür. Çox maraqlıdır. Həyat yoldaşı deyir ki, mənim xanımım məndən küsəndə anasının və ya qardaşının evinə gedirdi. İndi sual olunur ki, Samirə birdən-birə niyə yoxa çıxıb və bu dəfə ana, qardaş, bacı heç bir evə getməyibdir və iyunun 12-sindən bu qadından xəbər yoxdur. Şəklə diqqətlə baxaq. Nərmin isə Hacıyeva Nəriman qızı Qazaxıstandan Azərbaycana gəlib və yoxa çıxmışdı. Onu Səni Axtarıram tapdı. Ortaya çıxartdı, amma Qazaxıstana geri balalarının yanına geri dönməyəcəyini dedi. Günlər sonra həyat yoldaşı mənə məlumat verdi ki, Qazaxıstandakı həyat yoldaşı Xoşqədəm xanım, Nərminə bilet aldım, Nərmin gəlməli idi, gəldiyi hansı təyyarə ilə gələcəkdisə, həmən təyyarənin qarşısına da çıxdım, Nərmin yoxdur. İndi Nərmin ümumiyyətlə Azərbaycan sərhədlərini də tərk etməyibdir. Həyat yoldaşını aldadıb, bileti alıb, yoxa çıxıb. Bizi izləyənlər, Nərmini tanıyanlar, bu şəkil ümumiyyətlə telefonlarınızda, yaddaşda saxlayın. Bəlkə küçədə, bacada, rayonlarda, hardasa Nərmini görsəniz, dərhal bizə məlumat verin. 050-501-01-47 əlaqə nömrəsini ümumiyyətlə bizim axtarışlarınızla bağlı bizə məlumat verin. Yeni bir itkinimiz də olmalıydı. Samirə, varmı? Hazırdım o yeni itkin? Hə, indi keçək hansı məsələyə? Deməli, bugün mən Nahilədən xəbəriniz var. Nahidə evində əməliyyatı olunub, əla, möhtəşəm, çox gözəl məktub da yazıb. Sizə. Hə, amma siz heç maraqlanmırsınız müğənni ilə. Mən başa düşmədim Samirə. Heç müğənni ilə maraqlanmırlar burada heç kəs. Mən maraqlanıram. Buyur. Maraqlanırsansa buyur. Dünən soyadını, baş hərfini dediniz.
Mən sizdən xahiş edərdim ikinci hərfi də deyərdiniz. Soyadının, müğənninin soyadının ikinci Bəli. hərfi. Deyim görəsən. Onlar mən deyim. Yox, siz əlbəttə ki Təxmin olmaz. eləyin. Verilişin aparıcısı, yəni bu əlbəttə siz təxminimi olmaz. deyim. Yox, Necə təxmininizi deyərlər ki? deməyəcəksiniz. Təxminlər Kimsə üzərində bilmir ki, getmirik. kimdir. Yəqin ki, Ha? bunu siz bilirsiniz kim Necə? olduğunu. Deyirəm, xanım necə bilər ki, kim olduğunu? Əlbəttə İkinci ki, hərfi- əlbəttə ki, yox, təxmin edə bilər, amma mən təxmin təxmin üzərində Təxmin iş yox, amma görmürəm. siz bilirsiniz də. İkinci hərf S. Es. Hə. İkinci İndi hərfi keçək. Onun məktubunu S. oxuyum, yoxsa Nahidənin məktubunu oxuyum? Nahidə dəhşətli bir mesaj, deməli, mesajdadır da yəqin ki. Buradadır, yəni mənə mesaj yazmışdı. Həmən mesajı 501-dən bura, 501-dən bura göndərin. Xanım da buradadır. 3 uşaqla bərbad bir vəziyyətdə, bərbad bir durumdadır. Düzdür, ailə bütünlüklə həmən xanımın yanındadır. Nahidənin məktubunu mənə yönləndirin, göndərin. Həyat yoldaşını tutur. Həyat Yağı yağa yoldaşı- qarışır, o biriləri oynayır, qıraqda qalır da. Yəni onsuz da bu həyatın qanunu budur. Kim neynəyəcək? Axırda iylənib ətlə dırnağın arasına girən iylənib çıxacaq da. Həyat yoldaşı hansıdır, dırnaq hansıdır, baş sual odur da. Həyat yoldaşı xanımın yanında olsaydı, xanımın burada olmazdı da. Deməli, o birisi xanımın yanındadır ki... Yox, bəlkə xanım da bəlkə burada. xanım ifşa eləməyə gəlib. Yəni mənim Yox, ifşa deyəndə əlbəttə ki 4 il dözüb, 4 ildən sonra ifşa eləyəcək də. Neynəməlidir ki, durub onlara şərait yaratmalıydı ki, getsin o qadın, o oğlanla xoşbəxt Günah olsun. bu xanımdadır ki, hələ 4 il susub. Bəli, Neynəsin bu xanım da ki, 4 il neynəsin? dözməməli. Necə yəni? 4 il susub, belə ona görə də belə olurdu. Ay, Xanımlar Ramal bəy, susmamalıdır. qarşısındakı Gördüyü an rəqibi üstə düşməlidir balaca məsələn. adam deyil, kiçik adam deyil. Ünlü bir musiqiçi, müğənnidir. Kim olursa olsun, onu Qorxu deməkdir. da, qorxu da. Nədən? Heç bir vəzifəsini asılı Nədən olmayaraq qorxursan? dinləmək lazımdır. Müğənnidə. Mən elə düşünürəm. Dinləmək, yəni indi xanım hardadır? Biz niyə göstərmirik xanımı? Xanım yazır, həqiqətən çox inanırsınız. Pis O vəziyyətdə- 3 gündə elə bir vəziyyətdədir. Vay vay vay. Mən bütün ləyaqətli, namuslu, abırlı, gözəl qadınlarımızı sevirəm, bağrıma basıram. Onlara deyirəm ki, ailəniz uğrunda hər zaman mübarizə aparın. Çünki sizin böyütdüyünüz əxlaqla, namusla, vicdanla böyütdüyünüz balalarınız bizim üçün dəyərlidir, lazımlıdır və o balalar yalnız bütöv ailələrdə formalaşır. Bütöv ailələrdə sevgi, bütöv ailələrdə birliyi, ailə bağlarını, birlikdə olmağı öyrədir analar. Dağılmış bir çox, nə yazıq ki, yəni bəzən kişilərin üzündən, bəzən bəzi qadınların, bəzi kişilərin üzündən dağılmış ailələrimiz var. Allah onlara da güc və qüvvət versin. Övladlarını belə də böyüdürlər əziyyətlə. O övladlardan xeyir görsünlər. Onlar onların qürur mənbəyi olsun. Bəzi qadınlarımız bizim bu gözəl xanım kimi güclü deyil. Ailəsi uğrunda mübarizə apara bilmir. Qalıb belə neynəsin? Ayrılır, qüruru yol vermir. Xanım, o qadın əslində güclü deyil. O sizə sığınıb deyə özünü güclü hiss edir. Yəni ən azından siz də burada elə qadınları ifşa edirsiniz. Yəni onlar özlərini tək hiss eləməsinlər də. Yəni var, bunun da bir çarəsi var. Bir nəfərin də ailəsini dağıdıb bir müğənni. Buyurun xanımı dəvət edin içəri. O xanımı, o xanım deyil. Bu artıq başqa xanımdır. Bu amma daha fərqlidir. Müğənni uşağını da alıb əlindən. Aa. Gəl yazıq var. Gəl yazıq var. 3 balasından ayrı düşən yazıq qadın. Abırlı, həyalı, ailəsini istəyən, balasını istəyən, belə bir, nə bilim valla, belə bir qadını ağlar qoymaq olarmı? Olarmı? Götür, neçə müddət artıq uşaqları görmüşsən? 1 ildir. Necə dözürsən onlar? Vay, 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 vay. Onunla balacasının neçə yaşı var?
Bir il indi 16 yaşında. Mən çox üzr istəyirəm, bağlayacağım çünki diqqətim yayınır. TikTokda ARB televiziyasını açın, oradan bizi izləyin. Əziz abituriyentlər, topladığınız baldan asılı olmayaraq tələbə adını qazanmaq istəyirsiniz? Həm Dövlət Universiteti, 100% tanınan diplom, məzun olduqdan sonra işlə təmin, övladınız təhsil aldığı müddətdə daim nəzarət, qarşılama, yerləşdirmə, təqaüdlü və kreditli təhsil. Büdcənizə və potensialınıza uyğun əyani və qiyabi 21 ölkə, 140 universitet, 60-dan çox ixtisas seçimi və 3 beynəlxalq səviyyəli diplomla məzun olmaq imkanı. Bütün bunlar harda və necə mümkündür? Sadəcə attestat nəticənizlə Azərbaycanda ilk dəfə keyfiyyət sertifikatını almış və illərdir abituriyent və valideynlərin etimadını qazanmış beynəlxalq təhsil mərkəzində. Bir saniye, xahiş ederim. Hə, deməli, məktub gəldi mi? Sənin haqqında danışacağım. Mətanət xanımın məktubunu oxuyacağım, amma indi Nahidə bu dəqiqə izləyir məni. Yazıbdı ki, mən dünən efirə baxıb pis oldum. Mən yetiməm, heç kimsəm yoxdur. İllər sonra yuxuda ilk dəfə anamı gördüm. Mənim sevdiyim uğrunda mübarizə apardığım Murada yazıqlar olsun. Mənim övladımı əlimdən alan Nailə belə mənə yazığı gəldi. Düşmənim belə mənə ağladı. Nailə sən düşməndir. Sən amma yanıma belə gəlmədin. Mən efirə baxdım, pis oldum. Sən həyatında, sən amma yanıma belə gəlmədin. Sənin həyatında olan qadına söyləmək istəyirəm. Əl çək benim kocamdan. O mənim yanımda olmasa da beni çok seviyor. İnşallah sağalım. Sen ölmeyesin Naide. Ne yazırım? Diyen bir dakika. Mikrofonu götür. O benim yanımda olmasa da beni çok seviyor. İnşallah sağalım. Kayınpederim, kayınvalidem yanına gideceğim. Onlar benim yeni burnumu görsünler. Muratcığım Gelsin sonra okuyayım. Ay Murat. Hakikaten Naile Hanım bile gitmeyiz. Bir duvar yaparken 10 duvar yıkan bir insan. Ne diyeyim ki? Bir burun Murad'ın kararını değiştirə bilər. Değiştiremez. Naide'yi dünyanın en güzel kadını da Ben yapsanız şahsen bir gördüm, şey ben değişmez. deyirəm ki, değiştirəcək. Değişmeyecek. Bəli, Bəli. məndən getdi. Siz ama getmirsiniz. Orada Nahide'ni müdafiə edirsiniz ama o tek ve çaresizin yanına biriniz de gitmediniz. Elmir Bey. Ay xoş geldin xanım. Ben onu müdafiə edirəm. Maraqlıdır mənə. Dünən getdilər Muradla səhər. Bayaq Hayır, mənə bir sorunuz, hayır. sözünüz də var idi. Burada Ben deyə bilərsiniz. Ben söyledim. Ben asla ve asla gitmem. Ona şartımı dedim. Yapabiliyorsa yapar. Yapamıyorsa bir daha göremeyecek. Mən əslində Nahidəni müdafiə eləmirəm. Mən əslində bizləri istəyirəm ki, Nahidə problemindən uzaq tutaq. Nahidənin ailəsi dağılmasın. Murad bəydən başqa Nahidəyə sahib çıxacaq bir insan olmayacaq bu yer üzündə. Onu düz Sonra dedi. inanın mənə ki, Yok, nəsə Səhər sual, xanım. icazə verin qoyun Leyla xanım. Bayaq bana bir Nə soru dedi sordunuz. Səhər xanım?
Mənə söylədi ki, mən buradan çıxanda mən onun dalıcan söyləmişəm ki, qorxdu, qaçdı. Öyle söylədiniz də bana. Ben inanmıyorum. Seher Hanım o Girəndə çərtədə söylədiniz Ben də reklam bəli. arasında aşağı inmem gerekti. Geldiğimde program başlamıştı. Ben yayın tekrarını izledim. Dediğiniz kelime şu. Seher Hanım korktu, kaçtı mı? Nerede? Ben lavaboya giderken sizden izin mi alacağım? Yaptığınız ne kadar saygısızlık bir şey. O Orada kadar havas var. sinirlerim boşaldı ki. O kadar sinirlerim boşaldı. Siz bana bu kadar saygısızlık yapamazsınız. Birinci mən Bekleyin, 5 sizin, dakika sonra geleceğim, göreceksiniz. Ben abime söyledim. 5 dakika aşağı ineceğim dedim. Tamam, mən sizin birinci getməyinizdən haberim yox idi. Hara Tamam, getməyinizdən də bekleyin o xəbərim zaman. yox idi. Ben- Ancaq Diyor ki, yəni siz orada kimsiniz ki, ben getməyimdə sizden korkup yəni mən kaçacağım? sizi qorxmaq Siz yox. kimsiniz? Mənim sözlərimdən, yəni burada dediklərimizdən bəli çıxdınız, Ama yaptığınız getdiniz. ona bir Yəni onu saygısızlık. hayır, mənə sözlərinizə Ağır cavabı saygısızlık verməli yaptınız. idi, sonra çıxıb Bekleyin, getməli 5 idi. dakika sonra geleceğim, göreceksiniz zaten. Yəni Burada sizin beni çıxıb reklam yapmaya alemi getməyinizdən yok, beş qıraqdan hamı dakika. düşündü ki, siz onsuz da çıxdınız, getdiniz. Yəni orada başqa bir nəsə narahatçılıq olan bir söhbət yoxdur. Yəni sizin Bana bir göre narahatçılıq verən saygısızlık. söhbət yoxdur. 5 Orada bir dakika saygısızlıq bekleyebilirdiniz. yoxdur. Ben çok Saygısızlığı sinirlendim. siz 5 dakika dünən bekleyebilirdiniz. Nahide'nin yanına getməməyinizlə yapmışsınız. Hala alakası yok. Ne Evet. alaka- Bakın hanımefendi, ben buraya Yani Nahide dediğim için gibi yani gelmedim. hasta Ben adamdı, buraya ameliyat abim için olunmuştu. geldim. Nahide için gelmedim. Ben dünən sözümün üstündə dururam. Siz dünən yəni bir Gitmeyeceğim. yerdə Nahide kim ya? Kim Nahide? siz kardeşinizlə getməliydiniz. Gitmeyeceğim. Bak ne diyor? Gidersiniz, Meraklıysan kendiniz hastanenin yolu bilirsiniz. orada. Buyur git. Kendiniz bilirsiniz. Buyur git. Ben Hastane getmişəm. orada. Siz benim dərdimi çəkmirsiniz, siz öz dərdinizi Belli. çəkin. Dert olduk biz. Biz size dert olduk. Siz bizə dərd olmadı. Sadəcə sizin, yəni kardeşinizlə barışınızsınız. Siz bakın biz size saygı duyuyor. Siz de bize saygı duyacaksınız. Bakın, Saygı siz duyacaksınız. kardeşinizlə mən sizə saygı duyuram. Yəni sizin Onun fikirlərinizə için mi baskı Nahide yapıyorsunuz? Neden bayrasında bize baskı yapıyorsunuz? Bana niye baskı yapıyorsun? siz bana bayaq baskı yaptınız. Hayır, Ben de niye sizə cavab hastaneye verirəm. gitmiyorsun diye bana baskı yapıyorsun? Sizin Nahide'lə, yəni olan sorunlarınız mən sizə düzdür, başa düşürəm. Hayır, Yəni ola siz da beni bilər bir sorunuz. hayır, siz beni asla Mən haklı sizə buna haqq görmediniz. Haklı kazandırıram. görmediniz. Sadəcə bir Hayır. dinləyin də bizi, mən sizi dinləyirəm. Diyorsunuz ki Nahide çok güzel konuştu. Evlatlarıma yaptığı söz. Diyorsunuz siz Nahide'yi tebrik ediyorsunuz. Ben bir anneyim anne. Benim evladıma tek kelime laf söyleyemez. Haddini aşıyor. Siz anne misiniz? Siz anne misiniz? Ben Evladınız var anneyim, mı? əlbəttə ki anneyim. Niyə anne Senin olmamalıyam ki evladına ben? öyle dil uzatsınlar. Namusuna Ben laf size- etsinler. Siz anlamırsınız. Siz anlamıyorsunuz. Ben anneyim. 2 kızım var. Laf söyleyemez. Haddini aştı. Nahide burada haddini Mən ona aştı. söz demirəm, Babama laf haqlısınız. söyledi. Anneme Kulaq laf asmışsınız söyledi. ama dinləmirsiniz məni. Siz de beni günlerdir dinlemediniz. Siz beni Hep sustum. dinləyirsiniz. Şimdi beni dinləyin siz. Sizin kızınıza olan haksızlığa ben hak kazandırırım. Yani orada bir sorun yoktur. Ne Sadece o zaman haklı ameliyat dediniz? öncesi yani siz Murat'la beraber çoğumsa Murat'a demeliydiniz ki kardeşim sen geçsen onun hələlik yoldaşısan yani. Murat bebek. Hələlik Ya, yoldaşıdır bilmiyorum. yani. Kaç yaşındayız? İstese de destek Abim kaç olabilirdi. yaşında? İstese de destek olabilirdi Hanımefendi yani. abim kaç yaşında? 3 yaşında çocuk Ay gibi. Gönül Aklım Hanım mantığı yok mu istese de abimin? destek olabilirdi de yani. Leyla Hanım mümkün değil. Yani bir bacı kardeşin tutup elinden aparabilmez akı. Bu Bir niye dakika, nasıl bir şey şey demeyin, değil? ben size Abi, yardım edebilirdim. Abim kaç Düzdür. yaşında insan? Ben neden onun hayatına karışıyorum? Ay hanım siz gelmezsiniz. Niye onu gelip kardeşinizin yanında oturmuşsunuz? İratlarınızı Nahide'ye bildirərdiniz də. Hangini? Ki, Ben yəni attığım mənim niyə qızımı mesajlar- belə dediniz, anama dediniz, atama dediniz. Demedim Nahide'ye mi? deməli Nahide'ye olduğunuz neden sözü küs bizə olduğumu gəlib defalarca deyirsiniz. anlatmadın mı kızgınlığımı? Siz Nahide ilə belə qızgın Siz danışmırdınız. Nahide'ne bacarmışsınız. Burada, Gelin ben sözünüzü bəli, deyirsiniz. Burada başa düşülməyənlərdə konkret bunu demək lazımdır. Səhər xanım, tamaşaçılar da bu maraqlıdır ki, Yazıblar, siz bəli, yazıblar. gəldiniz, Murat sizi bağışladı. Evet. İllərdir sizi Murat bağışlamamışdı ama burada bağışladı. Evet. Siz niyə Nahidəni bağışlamırsınız? Bugünkü gündə Ananızın da, Neden bağışlayayım? ananızın da, babanızın da bağışlanmasını istiyorsunuz. Düzdür? Evet. Niye bağışlamalı da siz Nahide'ni bağışlamışsınız? Siz Niye? hanımefendi anlamıyor musunuz? Benim kızım hakkında ben Nahide'ye öyle bir ağır namusuna laf ettim mi Nahide'nin? Ya da ben abimin ya da annemin babamın farkında mısınız? Nahide benim canıma damarıma bastı diyor. Benim kızımın namusuna ne demek ya? Razıyam, Elə hakikaten o dərəcədə razıyam. ağır söz deməyib, baxın, Nasıl Nahide demiyor? bilmir. Kısa bir ara vererek, kısa bir ara vererek, kısa bir aradan sonra Mətanət xanımın yuvasını dağıtdığı xanımın şok açıklamaları var. Kısa ara. Benim ailesi
icazə. Mikrofonu götür, mikrofonu. Bak ben buna Türkiye'ye dönüyorum artık. Aha. Hakikaten duymak istemiyor eşim, öfkeli. Benim yuvama mı zarar vereceksiniz? Söyleyin ki eşim icazə vermir. Yoxsa mən Vermiyor gedərdim, eşim, yəni izin benim. vermiyor, gidemem. Yəni Ben de istəyirdim gideceğim. getmək, siz Ama bakın getmirsiniz. iki neden. Birincisi kızım, ikincisi eşim. Sizin mən sizə də bir soru verim. Siz necə övladlarınıza tərbiyə vermisiniz ki, dünən, yəni sizin 13 yaşında qızınız, yəni dayını... O çocuğu, bakın konuyu Yo, 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 değiştirmeyin. konunu Konuyu şu an değiştirmirəm. değiştiriyorsunuz. Yəni dayının necə işinə qarışa bilər? Yəni dayının Neden ailə işinə. Siz şu an konuyu değiştiriyorsunuz, daldan dala atlıyorsunuz. Bu dayının ailəsidir. Yəni dayına olan özünün bir yoldaşı arasında bir problemdir. Yəni siz bu Yəni, övladlarınıza... yəni deyirsən 13 yaşlı qızın yayına... Yəni Konuyu 13 da yaşında... değiştiriyorsunuz, farkında mısınız? Hayır. Ben soru verirəm sizə. Yəni bu Deyir, 13 necə yaşında, tərbiyə yəni etmişsiniz ki, insan. sizin 13 yaşlı çocuğunuz yaşlı bir Yəni insanın... yaşlı bir insanı, ailəli bir insanın Ailəli işinə bir insanın qarışa işinə bilməz. qarışır. Yəni bu Bu soruya cavab istəyir. Bu Yəni soruya mən cavab buna siz buna necə tərbiyə Haqlıdır. vermisiniz? Yəni mənim şəxsən qızım, yəni ona mən imkan verməzdim də. Yəni o dərəcədə tərbiyə verməzdim ki, yəni ki onlara deyərdim ki, sənin işin deyil, sən uşaqsan, otur yerində. Yəni deyirsən ki, Səhər xanım qızına iyi bir tərbiyə, iyi bir örnek olmuyor, hə? Bəli. Çocuğun psikolojisi biraz bozuk, farkındayım. Ona göre de gerekenler şu anda orada zaten yapılıyor. Yəni çocuğun onu sizin... Çocuğu kayda alamaz. Ama Murat, burada Nahide de artık haklıdır. Eğer 13 yaşında bir kız efire zeng gelip onun şəxsi Evet, dünən hayatına gördünüz karışacak sözünüz kadar neler. darmadağın bir ailede yaşamışsa o kadın. Alakalı bir şey değil o. Dünən də özünüz Yəni, gördünüzsə necə danışırdı, necə də danışırdı Ben bəli. sizden haklı tərəfdaşam ama o meselede ben Nahide'ye hak veririm. O bir ailenin içinde 13 yaşında kız dayının 40 yaşında dayının işine necə karışa onunla bilər? Ne alakası var? Benim ayrılmamla çocuğun ne alakası var? Elə biz də o sualı veririk. Biz de onun sualı Biz də onu soruşuruq. deyirik. Alakası Bəli, yoksa biz onu 13 yaşında kız niye ifre bağlanır, öz fikirlerini ileri sürür? Soruşuruq ki, yəni sizin ona Ben ayrılmasının bak uşağa nə bir şey dəxlisi söyleyeyim. var, əlaqəsi var? İsim neydi sizin? Leyla. Leyla Hanım. Hanım şöyle izah edeyim. 40 yaşından büyüğüm. Bugüne kadar hiçbir ailemin, Kırktan hiç büyüdü. kimsenin sözünü dinlemedim. Eğer dinleseydim tahmin ettiğiniz seviyelerden çok yukarıda olurdum. Ben söz dinlemedim. Dinlemedim Yani ki o- ufak bir çocuğun sözünü niye dinleyeyim? Sizin yəni Ramal nəsə demək istəyir. Mən Bir... Səhər xanımın bu davranışının altında görürəm ki, Muradın barışmamağı qərarına görədir. Məsələn, Səhər xanım, siz Nahidə ilə bir ara gəlmək istəmirsiniz, düzdür? Tutaq ki, Murad qərarını dəyişdirib, barışsa, Səhər Nahidə o evə getsə, siz o evə gedəcəksiniz yoxsa yox? Gideceğim tabii. O da onun eşi, ben ona bir şey demiyorum. O Amma onun Nahidə eşi. ilə siz bir ara gəlmək istəmirsiniz, necə gedəcəksiniz o evə? Niye orası da annemin, babamın, abimin evi? O nədə? Bir şey diyorsun. Bəs mən onu Aile deyirəm. Əgər iflas. qərarlısınızsa, Nahidəyə qarşı yoldaşınızın və sizin mənfi bir tutumunuz varsa, indi gedib yanında dura bilərdiniz də ən azından. Ki, hələ ki sizin qardaşınızın həyat yoldaşıdır, siz də onun yengəsisiniz. Niyə getmədiniz? Neden gideyim ben anlatamıyorum derdim. Bəs indi Siz bu beni Nahidə anlamıyorsunuz. barışsa sizin Gidilirse yuvası yıkılır. qardaşınızla evdə olanda niyə Giderse yana yuvası gedərsiniz? yıkılır. Yıkılmasını Bu istiyorsunuz. Seher Seher'in Hanım'ın yuvası yıkılsın mı? problemi O da evladının gələcək, uzanan yuva dinlə yıxılacaq da, bağlıdır. əl onda da qoymayacaq da. Mən onu deyirəm də. Hə. Əgər indi sizin yoldaşınız Nahidənin yanına qoymursa, bunlar eyni evdə yaşayanda eyni evə necə qoyacaq? Aynı evde yaşamıyoruz ya. Nerede aynı Annemle evde babamın yaşıyoruz? evi farkında mısınız? Annemle babam başka evde oturuyor, Yo, abim Muradın başka evindən evde. söhbət gedir. Muraddan Muradın gedir. evindən. Deyir ki, əgər ərin səni həyat yoldaşın, kocan səni ora qoymursa, yarın Nahidə ilə Murad Soruyu barışarsa, söyleyeceğim. çünki Eğer öyle Murad bir şey şans olmuş verib olsa durum Nahidəyə. değişir. Nahidə o şansı dəyərləndirəcək və özü deyir ki, nə deyirsə hamısını eləyəcəm, mən Muraddan boşanmayacağam. Bəri başdan məktubunu da indi bir dəqiqə Nahidənin məktubunu tam oxuyum ki, biləsiniz. Yəni bu məktubu tam oxuyuram mən. Deyir ki, mən dünən efirə baxıb pis oldum. Mən yetiməm, heç kimsəm yoxdur. İllər sonra yuxuda ilk dəfə anamı gördüm. Mənim sevdiyim, uğrunda mübarizə apardığım Murada yazıqlar olsun. Mənim övladımı əlimdən alan Nailə belə düşmən, mənə yazığı gəldi, düşmən qarışıq yazıb. Sən amma yanıma belə gəlmədin. Sənin həyatında olan qadına söyləmək istəyirəm.
Əl çək benim kocamdan. Bu yəqin deyir ki, həyatında kimsə var da onu nəzərdə tutur. O benim yanında olmasa da beni çok seviyor. İnşallah sağalım, kayınpederim, kayınvalidem yanına gideceğim. Onlar benim yeni burnumu görsünler. Muradcığım, yeni burnumu görmek istemiyor musun? Seher, senin hiçbir evladın mutlu olmayacak. Seher'e yazmışsan. Olmaz böyle, olmaz. Hala. Seher, senin hiçbir evladın mutlu olmayacak. Buradan ben kayınpederime, kayınvalideme söylüyorum. Seher'i affetmeyin. Seher, kocamın yanından git. Sen bizi ayırmak istiyorsun. Murat, sana ben kalacağım. Senin hastalığında ben kalacağım yanında. Bak Doğuş Bey nasıl... Əziz abituriyentlər, topladığınız baldan asılı olmayaraq tələbə adını qazanmaq istəyirsiniz? Həm Dövlət Universiteti, 100% tanınan diplom, məzun olduqdan sonra işlə təmin, övladınız təhsil aldığı müddətdə daim nəzarət, qarşılama, yerləşdirmə, təqaüdlü və kreditli təhsil. Büdcənizə və potensialınıza uyğun əyani və qiyabi 21 ölkə, 140 universitet, 60-dan çox ixtisas seçimi və 3 beynəlxalq səviyyəli diplomla məzun olmaq imkanı. Bütün bunlar harda və necə mümkündür? Sadəcə attestat nəticənizlə Azərbaycanda ilk dəfə keyfiyyət sertifikatını almış və illərdir abituriyent və valideynlərin etimadını qazanmış beynəlxalq təhsil mərkəzində. Bak Doğuş Bey nasıl karısına saygı duyuyor. Sen de Murat, sen de bana öyle saygı duy. Xoşgedem hanım, xahiş edirəm Muratla müğənni Röyanı yanıma getirin. Beni görüştürün. Şu anda bizi izliyor mudur? Evet, izliyor. O zaman aynen söyleyeyim. Şimdi Doğuş Moşka'dan mı karıştırıyorsun değil mi? Nasıl yanında duruyorsun, bezleşiyorsun? Sen neden yoktun? Bunu beyninde bir türt. Bir tart. Neden yoktun? Ben hastanede yatarken o evde çay içmeyi tercih etti. Daha ne olsun? Bu hamıya bəllidir. Murat bəy, Nahidədən səhhət yoldaşı olmayacaq. Bizim burada danışdığımız məsələ mərhəmət məsələsidir ki, ən azından, yəni Səhər xanımın və yaxud da sizin yoldaşınızı ziyarət eləməyinizdə bu deyilməyəcək ki, siz ondan barışırsınız. İnsani gərəyi deyildi ki... Niyə olmayacaq? Mərhəmət. Mən başa düşmürəm. Bu Murat bəy ona işgəncə verib, zorakılıq göstərib, asıb, kəsib, neyinib. Adam deyir ki, mənə saygı duymur. Səhərdən danışır, Muratdan danışmır. Bu gün rəsmi olaraq onun həyat yoldaşıdır. Sabahsı günü onun hər hansısa bir hərəkəti, bir problemi Murat bəy də ilgiləndirir. Murat gərək onun fərqində olsun. İstəmir də, ayrılmaq istəyir. Başa düşmürsün. Bugüne kadar onun için yaptıklarını bağlılar birbirine. Ağız üzrə birbirinize bağlısınız. Bir şey söyleyeceğim. Şu anda hiç kimse Naide'ye benim yaptıklarımın %1'ini dahi bilmiyor. Naide'ye ne eləmişsiniz ki? Gələndə ağzında dişləri yox idi. Sağ elinizi yaptığınız sol eliniz görmeyecek. Siz əcə onun yanına getməyəcəydiniz. Murat bəy, siz özünüz də burada etiraf elədiniz ki, mənim də zor durumumda Naidə mənə sahib çıxıb. Siz burada etiraf eləmişsiniz də. Pis vəziyyətdə olanda Naidə mənə sahib çıxıb, düzdür? Birinci o sizə sahib çıxıb da. O ayrı bir mevzu. Sonuçta bana verdiği ekmeğin artırına ben ona açıkçası Nahidənin vəziyyətini görəndə çox üzüldüm. Hətta o şəkili görəndə mən o gəlinlik geyimi, ondan sonra şəxsən o qədər üzüldüm Murat. Yəni bu qıza heç bir belə deyək də, yəni gəlinliyə bax, ondan sonra dişi nə vəziyyətdə, yəni burun hələ mən estetik əməliyyat deyil, bu sadəcə dünən bizim dəyərli lor cərrahımız, uzman doktorumuz Pərvin hocamız onun burnundakı o problemi, yəni o qədər yəni dəhşətdir, o əməliyyat düz 5 saat çəkib əziz tamaşaçılar. 5 saat. Və o, yəni siz bunları, onu demək istəyir ki, Ramal bəy, o bura gələndə elə vəziyyətdə gəlmişdi. Bak Türkiye'ye biz vardığımız zaman her şeyi o kadar hızlı bir şekilde istedi ki isteklerine yetişemedim bile. Nə istəyirdi ki o, maraqlıdır. Maşın istəyirdi, villa istəyirdi, Parijə gəzməyə getmək istəyirdi. Evde hizmetçi bile istiyordu. Hizmetçi mi? Evet.
Nahide. İstəyər. Evet evet. Ama indi Nahidə belki indi problemi var imiş, ona göre istiyorum. Ben o kısmında değilim. Ama baktığınız zaman ona yapmak için uğraştığım şeyler çok ciddi rakamlar. Şaka değil. Gerçekten çok ciddi rakamlar. O insana aynı anda düğün derken bu fotoğrafı çektirmek istedi. Benzeri şeyleri istedi. Aynı anda hepsini yapamazsınız. Bir anda istenen Arzusu. rakamlar 10 bin 20 bin manattan bahsediyoruz. Masraflardan bahsediyoruz. Az qalanda siz pul göndərmişsiniz, o yemək alıb da. İndi bir Ondan əməliyyatdadır. bahsetmiyorum. Buraya Vəziyyətini geldikten biz sonra yapılan bilmirik. şeylerden bahsetmiyorum. Yox. O az qalanda siz Murat, daim məni ona dəstəyinizi maraqlandıran budur. göstərmişsiniz. Siz burada Nahide'nin dişine pul verecek adam mıydınız? Mənə rica etdin ki, pulunu da ödəyirəm, onun dişini düzəltdir. Düzdür ya yanlışdır? Düzdü. Ne oldu ki birdenbire indi bu kadar düşman oldu? Ben düşman değilim. Naide'yi Ola bilər düşman ki, olarak Murat görüyorum. bəy Naide başqası beni düşman qısqanır olarak da. görüyor. Mən düşünürəm ki, Murat bəyə başqa qısqanan hansısa bir xanım var. Yəqin ki, həyatında kimsə var. Yəni varsa da açıq Oğuz bu etiraf değil. Ne edə alakası var? Yox, əlaqəsi var ki, siz əvvəllər burada olanda daha yaxşıydınız. Daha müharibsiz, İzmir'e daha gidip başa düşəydiniz. geldikten sonra Gidip Murat Birini Murat'la bulduğum yüzde zaman yüz hoş kadarımı değişti. arayacağım. Diyeceğim ki bak ben bunu buldum. Al ismi, al telefonunu, araştır kimdir, nedir? Doğru kişi mi? Vay mənə mi? Mən qardaş, mən bu iş... Sen hiç yapmayacaksın. Dün əməliyyata Hatta Allah'ın emriyle sana getmədinizsə, isteyeceğim. siz dün əməliyyata getmədinizsə niyə ona şans verdiniz? Murat, Sabaha kadar otelde kimseyi uyutmamış. Millet şikayet üstüne şikayet yağdırıyor. Tamam ben dedim ki artık bir dur verilmem lazım. Çağırdım onu geldi. Dedim ki sen şans istiyorsun. Hepsi bu mu? Evet istiyorum. O zaman dedim sana 3 tane şart koyuyorum. Bu üçünü yerine getir. Restorana çağıran kimi gedirdiniz. 2-3 dəfə restorana gedirdiniz. Bəs xəstəxanaya niyə getmirdiniz? Orada da Nahidə var idi. Onu demək istəyirlər. O sual yaranır ki, bəs nə olurdu? Restoran deyən kimi gedirdiniz, yeyirdiniz, içirdiniz, oynayırdınız. Bir-birinizə belə Şans təbrik verirdiniz. edirdiniz, şans verirdiniz. Bu xəstəxanaya niyə getmədiniz? Onu sual verir bu ekspertlər sizə. Ona Bəlkə aydınlıq bacınız gətirmək istəyir gəldi, ki, ondan sonra fikrinizi bir dəfəlik dəyişdiniz. nöqtə qoymaq Alakası istəyən heç yok. nə eləməz. Heç hara bu getməz. nikahlar olanda iyi günde kötü günde bir arada Evet yani. kötü günde o yoktu. Hə, bax bunları deyirəm. Bax mən bu restoran şəkillərini Benim O için, yoksa siz olun benim da. için, bak benim için O bu yoksa evlilik siz olun. bitti. Şimdi onun- Bittiği bir evliliğin yanında artık yoksun. Yaxşı, neyse, yəni gəlin bunu mən dayandırım çünki müğənnimizi gözləyir hər kəs. Deməli, bu arada Rasim Xankişiyevin bibisi də bizimlə birlikdədir. Gülnar, xoş gəlmisən. İnşallah ki, Rasimdən gözəl xəbərlər verərik. Gülnar, Nail bəy, nə yeniliklər var? Hər dəfə bu xəbəri səndən soruşuram. Çünki bilirsiniz ki, Nail bəyin işi o qədər çoxdur ki, digər işlərə də baxa bilmir. Rasimlə bağlı çox ciddi şəkildə hüquq mühafizə orqanlarında araşdırma gedir, istintaq gedir və bu barədə hələ heç bir məlumat Bəli, vermirik, amma ailə özü də bilir ki, həqiqətən çox ciddi istinaq hərəkətləri gedirilir. Hal-hazırda iş aparan müstəndiq tərəfindən çox mühüm işlər görülür. Onunla bağlı müvafiq istinaq hərəkətləri davam etdirilir. İstinaq hərəkətləri həm Bakı şəhərində, həm demək olar ki, rayonda da davam etdirilir. Hal-hazırda çox ciddi istinaq hərəkətləri davam etdirilir. Mən ailənin vəkili olaraq mütəmadi əlaqədəyəm, görüşlərdəyəm. Bu barədə lazımı yetərincə qədər, hansı qədər sir verilirsə o barədə ailətən məlumatlandırırıq. Hal-hazırda biz hesab edirik ki, inşallah yaxın zamanda, yaxın vaxtda İnşallah İstintaq tərəfindən gəlin müəyyən ümid edək, nəticəyə əldə olunacaqdır. Aygülün göz yaşları qurusun. Bütün gözü axtarışda olan anaların həsrəti bitsin. O cümlədən Qarayeva Samirə Əbülfət qızının anası da göz yaşlarını silsin. Samirənin həyat yoldaşı studiyadadır. Buyurun, akşin gəlsin. İyunun 12-sində Goranboyun Yeni Yol kəndində itkin düşüb. Maraqlıdır ki, 5 uşaq anası az yaşlı körpəsini də qoyub necə yoxa çıxıbdır. Akşin, keç. 5 yaşlı, 5 uşağın var değil mi? Balacanın neçə yaşı var? 1 yaş 4 aylıq, götür mikrofonu. Samirə 1 yaş 4 aylıq uşağını qoyub gedə bilərmi? İnanmıram. Çünki daha öncə də evindən küsüb gedərkən o anasının qapısına gedib, qardaşının qapısına gedib, bacısının qapısına gedib, düzdürmü? Bəli. İndi nə baş verdi? Mikrofonu götür, toxunma mikrofona və danış. Bəli, bəli. Elə mi? Bu qız niyə getdi? Döymüsən, söymüsən, vurmusan. Çünki ağlı başında qadın olubdu bu.
Danış. Duyası olsam deyirəm, döyülən qadın birisi valideyn evinə gedər. Düz. Deyər ki, mən məsələn səni istəmirəm. Aha. Götürsün polisə versin, o görürsə dövlət var. Mən səni istəmirəm, ayrı olsun. Ya və yaxud uşağını alsın, və yaxud uşağını versin. Allah belə. Yəni daha öncə də bu qadın Birinci evdən səfər. qaçıbdı. Xeyr, birinci səfərdir. Qaçmayıbdı. Xeyr. Yaxşı, bu xanımla bir sevgi üzərində mi ailə qurdu? Bəli, bəli. Neçə ildir bir yerdə yaşayırsan? 15 ildir. 15 il. Neçə uşağın, böyük uşağın neçə yaşı var? 9-cu sinifə keçir. Balacanın? 1 yaş 4 aylıq. Bu qadın harasa gedəndə ana gilə, qardaş gilə uşaqların qoyub mu gedirdi? Hə. Qoy, day deməli bu küçəndə uşağı aparıb da, yəni küçəndə uşağı qoyub gedir. Qoyub gedir, uşaq aparmıyor. Yaxşı, indi sənə sual verirəm. Bunun axırıncı dəfə evdən çıxanda hansı şəraitdə çıxıb? Nəsə şəraitdə. Yəni necə olub ki, Samirə gedib? Nə vaxt bildin ki, Samirə evdən gedib? Mən gün ortaya yəni Mikrofonu yaxın yedik. Mən yatmışdım. Yatmışdın? Duranda hə, uşağa dedim, maman hanı dedim, mağazinə gedib. Birdən dedim, qəflik göz salafan götürüb. Həmişə yanı mağazinə gedirdi. Yəni deyirəm, bəlkə o həyətdə döyüş səhnəsi olub, nə bilim, sən onu vurmusan, eləmisən, o da başını götürüb qaç, belə şeylər olmuyor. Yəni deyirəm, səninlə arasında elə şey olmuyor, mən sənə inanıram, Akşin, Bu ailədir, hər bir ailədə Yox, hər bir ailədə olası düz olsa, deyirsən. deyirəm ki, demişəm, bu olubdu. Olmayıb deyirsən. Xeyr. Qısa bir aradan sonra Mətanət xanımın yazdığı şok açıklamanı deyəcəm sizə və o xanıma da mikrofon verin. İyunun 12-sində Qarayeva Samirə Əbülfət qızı Goranboyun Yeni Yol kəndindən itkin düşübdü. Hal-hazırda həyat yoldaşı Akşin studiyamızdadır. Tanıyıb bilənlərdən rica edirik, dərhal bizimlə əlaqə saxlasınlar və anonimlik qorunur. Digər axtarışımız Hacıyeva Nərmin Nəriman qızıdır. Qazaxstandan gəlib Azərbaycanda itkin düşdü, sən axtarıram onu, tapdı. Burada qəbul etmirəm ərimi dedi, amma sonra ərinin aldığı biletlə Qazaxstana geri dönmək istəyib, amma geri dönməyib. İndi həyat yoldaşı yenidən Nərmini axtarır. Tanıyan, bilənlər rica edirik, bizimlə əlaqə saxlasınlar və bu arada ikili ekranlarda gördüyünüz şəxslər də axtarışdadır. Bu şəxslərlə bağlı məlumatı olanlar bizim qaynar xətlərimiz sosial şəbəkələrdəki hesablarımızdan bizə yaza bilərsiniz. Mətanət xanım gəldi mi dostlar? Çünki Mətanət xanım deyib ki, söz verirəm ki, bugün Xoşgədəm xanımla üz-üzə gələcək. Studiyada oturan 3 uşağı əlindən alınmış bir xanım da var. Əziz abituriyentlər, topladığınız baldan asılı olmayaraq tələbə adını qazanmaq istəyirsiniz? Həm Dövlət Universiteti, 100% tanınan diplom, məzun olduqdan sonra işlə təmin, övladınız təhsil aldığı müddətdə daim nəzarət, qarşılama, yerləşdirmə, təqaüdlü və kreditlə təhsil. Büdcənizə və potensialınıza uyğun əyani və qiyabi 21 ölkə, 140 universitet, 60-dan çox ixtisas seçimi və 3 beynəlxalq səviyyəli diplomla məzun olmaq imkanı. Bütün bunlar harda və necə mümkündür? Sadəcə attestat nəticənizlə Azərbaycanda ilk dəfə keyfiyyət sertifikatını almış və illərdir abituriyent və valideynlərin etimadını qazanmış beynəlxalq təhsil mərkəzində. Deyir ki, mənim qaynanam. Akşin, çox fikirlisin. Nə fikirlisin? Narahatsan, elə deyil. Uşağı qalıb. Asan bir şeydir. Amma mənim üçün bir müəmma var ki, əgər əvvəl probleminiz yox idisə, bu qadın özünüz də dediniz ki, dəfələrlə olubdu, gedibdi də evdən. Anasının yanına gedib dediniz, qardaşının yanına gedib. Hər halda demək problem yaradırdınız ki, o gedirdi də. 15 ildə 1-2 dəfə, 3 dəfə olubdu. Yəni belə mən pis adam idim, 5 ildə oturmazdı. Və ya uşaq bir dənə Yox, ay qardaş, Yəni bir ki, var ki, bu artıq dəfə qadın deyil cana axı. doyur, bura qədər doyur,
tüpürür uşağına da hər şey çıxır gedir. Bir də var ki, ailədir də, hamının ailəsində sözü də olur, söhbətdə olur. Demək, siz bu qadını gətirib o həddə çıxartmışsınız ki, bu qadın evindən çıxıb da. Deyək ki, bunu mən cana boğaza yığdım. Hə, bezdi. yığmısan. Çıxçının yesin ya, dərəsini Qaynana yazdım, yığır. danışmıram. Yəqin atanın evində də onu danlaq Nə altına bilirsiniz, qoyurlar, bəlkə söz gedib de bizə sizdən getməyir. gizlədirlər. Hara gedir? Bəlkə gedib də elə dediniz Qardaşı ki, gilə, bacısı gilə. gilə. Artıq beziblər, Elvin neçə bəy, dəfə gələr. Nə qədər bezirsə bezsin, 1 yaşında uşağı qoyub çıxıb gedib, bunu hansı an eləyə bilər? Birinci dəfə deyil, axı, hayır Alman Yox, birinci dəfə deyil. Bu yəni Birinci dəfə bu kişi deyilsə, zülm verən kişi burada nəsə oxşuyur. məsələ var. Şiddət göstərən kişi oxşuyur bu kişi. Bəs Nə necə olur? bilir? Şiddət Hansı göstərən Necədən də Qazaxıstanda da biri qaçıb gəlmişdi, onunla yoldaşı şiddət göstərirdi. Rama bəy, hansı şkala ilə ölçdünüz ki, bu kişi şiddət göstərən kişinin buynuzları olur? Yaxşı, siz hansı şkala ilə göstərdiniz ki, bu şiddət göstərəndir? Bir dənə üzr Evdən istəyirəm. gedən günü Bir dənə aramızda üzr istəyirəm. mübahisə olmuşdu, döyməyi qoy kənara. Söz mübahisəsi, nəsə bir anlaşılmazlıq olmuşdu yoldaşınla. Evdən gedən günü. Mikrofon. Mənim bir anlaşmamazlıq elə bir şey yox. Ümumiyyətlə danışmayın, həmən günü nəsə olmuşdu. Sponsorumuz Medera Hospitalına təşəkkür edirəm. Qeyd edim ki, Medera Hospitalında qulaq burun boğaz cərrahı uzman doktorumuz Azər Əbilzadənin yanında plastik burun əməliyyatlarının qiyməti 1000 manatdır. 055 230 32 90 əlaqə nömrəsi, o cümlədən fizioterapevt, reabilitolog Gülnar Əhmədli. Deməli, bel boyun ağrıları, çiyin, diz ağrıları, artroz, uşaq və yeniyetmələrdə onurğa deformasiyaları varsa 051 525 17 17-yə zəng edin. Bu arada 28 iyunda Şəkidə olacaq. İndidən doktorun qeydiyyatından keçin. Digər xüsusi sponsorumuz Al Marketdir. Bax, özdə bayram, indi bu dəqiqədə mən qeyd edeyim ki, bilirsiniz ki, bugün də bizim 26 iyun Silahlı Qüvvələr günüdür. 107 il ötürdə bayramdır. Bax, bu bayram günlərində çoxunuz evdəsiz, mənim əzizlərim. Gedirsiniz Al Marketə və Al Marketdə inanılmaz yüksək keyfiyyətli, hər gün aşağı qiymətə təqdim olunan məhsulları şok qiymətlərə əldə edə bilərsiniz. Avtomobilogumuz Cahit Şahbazova təşəkkür edirəm. Exmer lazer əməliyyatı, tikişsiz çəplik əməliyyatı, mirvarit suyu, eynəklərdən xilas olmaq istəyənlər 050 780 70 əlaqə nömrəsidir. Aytən Sonsluq Mərkəzinə təşəkkür edirəm. Regionun ən böyük sonsluq mərkəzlərindən biridir. Ən ağır ginekoloji əməliyyatlar və uşaqlarınızı məhz Aytən xanımın yanında dünyaya gətirmək istəyirsinizsə, 2000 manata illər sonra olmaq istəyirsinizsə 050 455 82 82-yə zəng edin. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Rusiyada təhsil alıb, zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər həm Bakıda, həm rayonlarda sizləri qəbul edir. 27 iyun Gəncə, yəni sabah, 28 iyun Mingəçevirdə 050 603 81 82 əlaqə nömrəsidir. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Övladlarınıza təhsil verin və qeyd edim. Ölkəmizdə ilk və tək keyfiyyət sertifikatını alan bir mərkəzdir. Bu da artıq onun işini ortaya qoyur. Bir atestatın nəticəsi ilə dünyanın ən məşhur universitetlərinə əyabini və qiyabi övladlarınız qəbul ola bilər. 051 401 44 43. Lord Cərrahımız Leyla Zülfüqarovaya təşəkkür edirəm. Uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatlarına 30% indirim. 050 836 36 36. Vertebrologumuz Röya Musayevaya təşəkkür edirəm. 19 iyul Şəkiyə gəlir. Skalyoz, kifoz, lardoz, qamət pozunluğu, serebral iflicdən əziyyət çəkənlər 055 972 29 39-a zəng edin. Urolog-andrologumuz Bəxtiyar Hüseynovun yanında icbari sığorta ilə əməliyyat ola bilərsiniz. Uşaqlarınızı androloji yoxlamadan keçirin. Bütün yay boyu bu yoxlamaya 30% indirim. 055 694 40 50 Bəxtiyar Hüseynovun professorumuzun əlaqə nömrəsidir. Qarayeva Samirə Əbülfət qızı axtarılır. İyun ayının 12-sində Goranboyun Yeni Yol kəndindən ilk gün düşüb. Qaynana telefon xəttindədirmi? Mən gözləyirəm. Xanım isə hələ ki... Nə qədər Xoşqədəm xanım, mən bəyə bir sualım var. İndi elə bir dövrdə yaşayırıq ki, balaca uşaqların da əlində telefon var da. Qardaş deyir ki, mənim yoldaşımın əlində telefon olmayıb. Mən sual verirəm sizə, əgər sizin ailədə doğrudan da inam üstündə, güvən üstündə qurulubsa, sizin xanımınız hansı əsrdə yaşayırıq ki, telefon işlətməsin? Gəlir xanım, icazə verməm, istəmirəm, qoymam telefon demək, işlətməm. bu yol sənin tərəfində buna icazə verməmişsiniz. Mən harda olmuşam? Mən sizə bir dənə söz deyim, mən xahiş edirəm, qulaq asın. Qapıya qədər döyə-döyə gətirirsiniz. Qapıdan çıxanda deyirsiniz, qadın qaçdı. Cana doydurmayın bu
qadını Hətta qaçırsınlar. gətirdi bir dənə qonşu Analarımızın görmədi. telefonu var idi. Bizim analarımızın dövründə Bizim tamam başqa analarımız dövr idi. telefonla kənddəki Hoşgədəm torpağını əkirdi, torpağını becərirdi. İndi rayonlarda qadınların bu qədər dırnağı. dırnağı var. İndi qadınlar benim rayonlarda bağ-bağa da əkir becərir. Niyə əkib Becərir, becərir? əkib Dırnağı becərir. da saxlasın. Becərmir də. Ay Körün xoş xanım, qədəm bu qadın telefon olmayıb evdə çıxıb qaçıb, sizin Yox, demənizlə. bu görsənən tərəfidir. Mən demirəm Yox, adam ya telefon işlətdirib, Şiddət dünyada bu altında. kişiyə 5 dənə uşaq dünyaya gətirib. Siz mən başa düşmürsünüz. Bax, bu bir göstəricidir. Demək Bu burada göstəricidir ki, o kişi onu bezdirib şiddət göstərir. Mən Bəli. deyirəm şiddət- ki, bu kişi əgər bir qadını evinə gətirəndə dedimmi ki, telefon işlətməyəcəksən? Ay müəllim. Heç o barədə Hə. heç o barədə söhbətimiz düşmür. Nə Yəni vaxtsa səndən telefon istəyibmi? Düzün deyil. xeyr. ha. İstəməyib. Yəni belə istəyirsə mən yəni ataq yox deyəcəyəm bunu. İndi bilmirəm şundan çıxıb o istəyirsə bir, yəni istəsəydi də yox deyəcəydim. Yəni telefonu niyə vermirdin? Yəni mən səhər gedib axşam gəldim evdə telefon. Telefona niyə icazə vermirdin? Onu mənə bir dənə izah Yəni et. olsa da bax bu dəqiqə alaq verək. Mənim evdə şuluq uşağım var. Bir dəfə alıb vermişəm, bir cay işləyib. Yəni uşaq oynadır, qırılır. Heç ehtiyac da yoxdur ona. Hə, yəni uşağa görə verməlisən. Aydındır. Qaynana, yəni Samirənin anası telefon xəttindədir. Xoş gördük sizi. Hə, eşidirəm qızım. Ay ana, qızın itibdi. Hə. Hə, da heç nə, Qızın qızın itibdi, itibdi qızım. deyir. Hə? Xahiş olunur. Xəttə Bu nə idi? Alo. Alo, alo. Gəlin görüm, bu nə idi? Hə. Alo, eşidirəm. Alo, bu kimdir? Samirənin anasıdır, hə? Samirənin anasıdır. Bəli, bəli, bəli. Xanım, qızınız itibdi. Deyirəm, bu necə olub, nətər olub, nə araşdırdınız? Bir ana Kim kim... olsun pastayanı qazan alım, onu görmür. Dizlərini yerə qoymur, təpəsinə vurmur, boynu... Xahiş edirəm, icazə verin. Dostlar, icazə verin. Bəli, buyurun. Hə, 5 uşağın qarşısında o ikisi az yaşlıdır. Biri 4 yaşındadır, biri yaş uşaqdır. Aha. Qazanam, hamısını xərcini mən çəkmişəm. Hamısını belə doktorlara mən aparmışam. Tamam, aydındır. Bir ana kimi dəstək vermisən qızına. Sual verirəm. Sual verirəm. Qızının başına gətirilən nə müsibətlər var? Buyur, açıqla. Əziz abituriyentlər, topladığınız baldan asılı olmayaraq tələbə adını qazanmaq istəyirsiniz? Həm Dövlət Universiteti, 100% tanınan diplom, məzun olduqdan sonra işlə təmin, övladınız təhsil aldığı müddətdə daim nəzarət, qarşılama, yerləşdirmə, təqaüdlü və kreditlə təhsil. Büdcənizə və potensialınıza uyğun əyani və qiyabi 21 ölkə, 140 universitet, 60-dan çox ixtisas seçimi və 3 beynəlxalq səviyyəli diplomla məzun olmaq imkanı. Bütün bunlar harda və necə mümkündür? Sadəcə attestat nəticənizlə Azərbaycanda ilk dəfə keyfiyyət sertifikatını almış və illərdir abituriyent və valideynlərin etimadını qazanmış beynəlxalq təhsil mərkəzində. Açıqlayanda patlayan həmişə uşaqların dediyinə görə özü də hərdən şikayət edirdi ki, məni döyür. TikToklarda gətirdi, belə gəsək kababları qabağına qoyub, ondan sonra belə kotletləri qabağına qoyub TikToklar paylaşırmış. Araq pulkası sol üstündə. Bu, TikTok səhifəsi var bu kişinin. Akşin, TikTok səhifəm var. Var mı? Onun çox işləri var, qazanam çox işləri var onun. Aha, yaxşı. Onun xərcini mən çəkmişəm illər boyu, məni it kimi görən boyun rəqamına tuluyub, ana bala kişi tuluyub qatıb gedib it kimi bağlamışdı o zaman. Yaxşı. Mən aparmışım Gəncəyə Ağda Gül həkim zorla götürdü, həmən rəyyam olanda. Yaxşı, bu qızı döyürmüş evdə, hə bu kürəkən? Hə, patlayan dizlərini uşaqlar dizlərini yerə qoyulmuş. Dizlərini yerə qoyub bunu döyürmüş. Təpəsinə. Aha, başına döyürmüş. Yəni bu uşaqlar deyir, hə sizə? Bəli. Uşaqlar deyir. Uşaqlar, kürəkənim gəlib ora, qızım gəlib deyir. Yaxşı, indi sual verirəm, növbəti sual. Növbəti sual, qız evdən qaçanda da mı döyülüb?
Həmən günə döyülüb dalından qaçıb. Uşaq deyim ki, əlində bıçaq dalından qaçıbdı. Əri yağadın dalından ağzı aşağı sahə yoluna doğru qaçıb. Bunun uşaq deyir ki, sonuncu gün döyüb arxasında bıçaqla qız da qaçıb. Bəli. Cavab verin. Orada bir nəfər yaş girib bulanın qonşusu. Bir nəfər də ev var. Bir saniye, bir saniye. Yaşamır. Nə? Burada orada kim var? Məni kim mən ora getsəm, məni kim öldürsə heç kim xəbər olmaz. Ora bax yeridir, bax. Deməli kənar, hər kəsdən kənar bir yer. Hə qazanım. Elə bir kəndin cəmaatı 100 metr aralda, elə bir ağacın yanında düşürsən orada evlər var. Yaxşı, qızın itəndə sən o qapıya getmisən, bunların qapısına gedib o uşaqlarla danışmısan? Geçi danışdı. Uşaqlar deyir ki, atam dağınla qaçdı. Uşaqlar, indi uşaqlar özü hardadır? Uşaqlar hardadır? Uşaqlar nənəsinin yanında, atasının yanında, nənəsinin yanında. Və sən bunu döyən kişinin yanında uşağı niyə qoymusan? Al uşağı apar evinə də. Dərdinə qalıb da. Kesin döyün, indi kesin can çıxır, 5 tane uşağı saxlasın. Ay qarış, bir dəqiqə, bu xanımın dedikləri doğrudur. Dədə axızda bana bax gəlmişsə bir qızın evinə. Polis haqqında gəlmişsən. Yalan danışma orada. Dəbüsatın zəhməti burnundan gəlsin. Ailəm zəhmət haram olsun sana. Kim məni görün, qoyur, rotamına bağlı qatırsın. Rəyanı mən apardım, Ağzakın həkim zorla götür Gəncədə. Mən Gəncəliyim deyim, mən götür. Duranlar kimi bağlı şey gəlibsən də qızının yanına. Sərcin çevirməmsən artıq. Dama dönmüşdü. Onun borcu dedi ki, ay xayda xala nə yaxşı gəldin, götür qızını apar rayona. Öləcək, validənin burada qapıb öləcək burada. Uşaqlar yetim qalacaq. Ay niyə yalan danışın, gel otur, sütdən çıxmış arqası kim otur burada danışırsan. Yəni Gəlib balisiyə bir ana kimi gəlib hə. Şahidin yanına bir gəlib. dəqiqə, bu dəqiqə dərd sizin baxdığınız deyil. Bir anasınız, qızınıza dəstək vermisiniz. Bəlkə bu kişi də kasıb olur, nə olar? Kasıb olanda, pulu olmayanda, kasıb olanda, pulu olmayanda. Ola bilər də, xanım, ola bilər də siz ailəni, qızınızı bu oğlana verəndə bilirdiniz bunun nəyi var, nəyi yox. Dəstək vermirsən, indi başına niyə bunu tıqqıldadırsan bunu? Kömək eləmirsən də qızına. Niyə tıqqıldadırsan? Borcudur kömək eləmək. Borcudur Xoşqədəm xanım. Qızını verib də 5 dənə üstünə gətirib gəl ki, ana saxla. Necə saxlasın ana? Bütün hamının anası öz övladına kömək edir. Qoymuş olanlar sonra saxlayırlar. Burada Sən niyə bu qadınları xanım, bu anaya başa salmaq lazımdır ki, sənin övladın itivi, durub köhnə şeylər danışmaq yeridir. Mən sənə 100% əmin edirəm. Elə bu eləyir, bu ana dağıdır bunların evini. Gəlin cəmaatdan danışdım, görüm mənim evimdə dolanışacağım, xərcim, uşağımı xəsarətini çəkir. Heç mənim heç kimi deyə bilməz. Sən qızın hardadır, onu danış. Sən nə yaşını 5 uşaq atası TikTokda qabağına kotlet qoyub şəkil çəkir, hə? Nə yaşını səni? Utanmırsan sən? Sən kim kişilərə TikTokda səhra açmaq nədir? Canlı açmaq nədir? Buna şərtlərdən atılır. Onu qoymuşam. Bir qapıda işləmişəm, bir şey onu qoymuşam. Birinci dəfə işləyirəm ki, şəhlə də turist işlədiyini Bir araşdırmaq lazımdır ki, Elmir bəy, Könül xanım, araşdırmaq lazımdır ki, həqiqətən qaynanası xanım doğru mu deyil? Ya bu doğru deyil. Biz bunu bir araşdıraq, bir uşaqların danışdıraq, qonşu danışsın sonra da. Xanım, yaxşı onda bir dəqiqə. Ay xanım, bir dəqiqə deyən, bir dəqiqə. TikTokda, yəni... Mən növbə mənimdir. Növbə mənimdir. Təcrübə adamam. Gəh qalxır, gəh Hansı növbə? O gün yıxılmışam pilləkəndən. Deyil növbə mənimdir, hansı növbə? Ay xanım, nə olur bir dəqiqə deyəndə. Hansı növbədən danışırsan? Nəyin növbəsini gözləyirsən? Ay Könül xanım, mən bilirəm, qoy cavab versin də. Hansı növbədən danışırsan? Yansa qızından danışar da, yeməkdən danışmaz. Oynadım ki, o qızım indiyə kimi gəlirdi, bir günlük, 2 günlük gəlirdi. Yaxına gəlirdi, oğlum öyünə gedir, mənim öyünə gəlirdi. Amma bu niyə uzaq getdi? Yəni deyirsiniz ki... Onun anası da bilir, dədəsi də üçü. Bu 3 nəfər bilir. Yəni, 3 nəfər bilir ki, o qızın başına nə gəldi. Ay xanım, yəni deyirsiniz ki, bu oğlan qızın başına nəsə bir iş mi gətirib? Nəsə gətirib, bax həmən əri gətirib ki, oydan qatıb. O iri uşaqlar var, 3 dənə qaman uşaq. O qaman uşaqların gözün qabağında, onların öydə olubdur. O uşaqlar qanmır o bizi 4 yaşında yaşarım. Bax nə iş gətirsə qazanalım. O mənim qızım qatır öydən. Mən nəsdən qalmışam. Bax bu kimlərə... Həmən dediyi uşaqlar onun qızının evindədir. Bərdəki qızının evindədir. Həmən mənim uşaqlarım. Görcə qoşu uşaqları danışdırdım.
Qoşun uşaqları da xahiş edirəm. Böyük uşağı danışdırmaq istəyirəm. Onlarda deyil. Telefon nömrəsini verin, baldızım. Telefon nömrəsini verin. Telefon nömrəsini verin. Böyük uşaq efirə bağlansın ki, görək bu həqiqətdir ya yox. Kimi də ata? Bu qardaşın ən böyük səhvi nə olub, bilirsiniz? Kotletdən qaynanəsinə verməyib. Onun dərdi kotletdə o qaynanənin. Burada övlad itib, övladı yoxa çıxıb. Qadın hələ kotlet dərdində ki, kotleti niyə yeyib? Əbə neynəsin yeyib də? Ay qardaş, mən qulaq as. 50 yaşında kişi TikTok'a kotlet qoyar. O deyir onu. 50 yaşında, yaxşı bir dənə sizə söz deyim. 50 yaşında bu TikTokda canlı açıb kotlet qoyubsa, 70 yaşındakı arvad TikTokda nə gəzir ki, bu kotletini izləyir? Deyir ki, qızım deyib mənə. Nə qızı deyib orada? Qızı hardan deyib? Ramal müəllim, bir də ananın qızına dəstəyi ayrıdır, qızının ailəsini ana saxlamağa ayrıdır. O ana bilir. Siz deyə bilərdiniz dəstəkdir ki, ana bir qazan quymaq bişirib qızının yanına gəlir, dəstək odur. Amma nədəni həkimə o aparırsa, qızını həkimə o aparırsa, bunu heç bir qız anası eləməməlidir. İyun ayının 12-sində Goranboyun Yeni Yol kəndində itkin düşübdür. Birazdan övladı efirə bağlanacaq, mən də gedim o tərəfə. Ora gedirəm. Buyur. Səsi, ay bala, musiqinin səsini al. Aha. Onun soyadının ikinci hərfini açıqladınız. İkinci. Sizdən xahiş edirəm onun soyadını sonuncu hərfini də deyin. A. A. Ayla qutarır da, ay Ramal müəllim. A. İkincini açıqladım. Hadi cavab verin. S-A. S-A. Getdim. Getdim. Çox maraqlı olacaq, çox. Çox maraqlı olacaq. Dəhşətdir. Dəhşətdir. Mikrofonumuz. Valla mən sənə təşəkkür eləyirəm. Bugün səndən sonra bax orada oturan xanım var ha. O xanım səndən ilham alıb gəlibdi bura. Onun da 3 uşağı əlindən alınıb. O da əziyyətlər çəkib. O cür abırlı, həyalı bir qadın oturub orada bugün bəlkə də o gəlib çıxa bilmirdi bura. Cəsarət eləmirdi. Sən ona cəsarət verdin. Ailən uğrunda mübarizə apar qızım. Ailən uğrunda mübarizə apar. Geri çəkilmək yoxdur. Geri çəkilmək yoxdur. Al bir dəqiqə. Dəhşət məktub yazıb sənə. Əziz abituriyentlər, topladığınız baldan asılı olmayaraq tələbə adını qazanmaq istəyirsiniz? Həm Dövlət Universiteti, 100% tanınan diplom, məzun olduqdan sonra işlə təmin, övladınız təhsil aldığı müddətdə daim nəzarət, qarşılama, yerləşdirmə, təqaüdlü və kreditli təhsil. Büdcənizə və potensialınıza uyğun əyani və qiyabi 21 ölkə, 140 universitet, 60-dan çox ixtisas seçimi və 3 beynəlxalq səviyyəli diplomla məzun olmaq imkanı. Bütün bunlar harda və necə mümkündür? Sadəcə attestat nəticənizlə Azərbaycanda ilk dəfə keyfiyyət sertifikatını almış və illərdir abituriyent və valideynlərin etimadını qazanmış beynəlxalq təhsil mərkəzində. İstəyirsən oxuyum məktubu? Bugün mən öz ayaqlarımın üzərində duran xanımam. Kimsədən dəstəyim nə də maddi, mənəvi yoxdur. Onları narahat etməmişəm, nə yazılı, nə də sözlü. O ad günündə özü gəldi, iştirak etdi. Yalandır. O günə qədər onların yanındaydı və xahiş etdi ki, mən yanında olum. Yəni kişi özü xahiş edib ki, yalvarıram sənə ad günündə mən sənin yanında olum. Bu anlamdadır da. Yalandır. Yəni. Onsuz da bu adam bir dəqiqə rahat oturmadı. Yəni deməli ad günündə çox güman ki, sən ona yazırmışsan. Mən bilirdim. O bilirdimi ki, sən ora gəlirsən də restorana? Mən ona demişdim ki, sən əgər ora getsən, mən gələcəm ora. O ad gününü qara gətirəcəm. Bəli, qara gətirəcəm. Yaxşı, mən olsam ümumiyyətlə ad gününün başlanmasını qoymazdım. O da dedi ki, mənə 6 tamamda kəstirərdim oranı. Elə gələndə deyərdim, salam, ay qonaqlar, mənəm, bu filankəsin həyat yoldaşıyam. Uşaq nədir, 3 uşağım atasız qalıb uşaqları da aparardı. Nə gərək? O hansı tamaşaydı? Yadımdan çıxdı.
Baxmısan o hansıydı? Deyin də mənə, hədə o nə moşu nədir səndə? Şirbalanın son məhəbbəti, hə. Deməli, oradakı, sən o kinodan bəlkə də götürüb gedibsən. Hə, deyir ki, hə, getdin ora, mən saat 6-da gedərdim. Sən niyə saat 6-da getmədin? İnanmırdın gedəcək? Yoldaşım mənlə. Yox, sən inanmırdın o gedəcək. Yoldaşım mənlə görüntülü danışıqlar danışırdı ki, mən işdəyəm. Getməmsən. Sən nə istəyirsən elə, mən ora getsəm. Ay sağ ol. Deməli, bəs bu saat 6-da görüntülü danışdın? İşdəydi həqiqətən. Mən o danışdım. Sən saat neçədə getdin restorana? Axşam ondan sonraydı, 11-ə işləmiş filan. 11-ə qədər o səni aldatdı ki, getmirəm də. 11-ə qədər sən ondan görüntülü danışdın. Düzdür? Bəli. 11-də sən artıq restoran, sən Allah doğru denən, restoranın ətrafındaydın. Düzün denən də xahiş edirəm. Restoranın ətrafındaydın. Mən bəli. Uşaqlar da yanında. Bəli. Oradan içəri girdi, onu gördün ki, o girdi içəri restorana. Mənə dedilər ki, o bu restoranın ətrafındadır. Aha. Mən sonra öyrəndim ki, orada ad günü məsələn o olacaq. restorandadır, bəli. Və hər Getdin, şeyi daxil oldun. araşdırdım. Yaxşı, içəri daxil olanda o qapıdan səni buraxmaya bilərdilər də. Necə oldu ki, buraxdılar? Belə toya gedən kimi, ad gününə gedən kimi geyinmişdin, yoxsa adi belə geyin? Xeyr, adi. Bəs elə nə yaxşı buraxdılar səni? Buraxdılar. Tam insanlar baxdı sənə ki, bu kimdir, hə? İnsanlar baxdı. Yəni orada heç sual verdilərmi ki, bu kişi kimdir, bu qadın kimdir? Sənə yaxınlaşıb sənə kömək eləmək istəyən. Hamısı şokdaydı. Yaşlı insanlar da var idi da yəqin ki orada. Çox qohum əqraba var idi. O qohum əqraba onun hamısını gördü. Yaxşı. Onsuz orada da xanım deyir da ki, yazıb ki, onsuz da bu adam bir dəqiqə rahat oturmadı. Əlində telefon çox gərgin idi. Qısa bir ara verək, qısa bir aradan sonra davam edəcəyik. Sənə mətanət xanım. Dostlar, bu arada mən qeyd eləyim ki, həm Hacıyeva Nərmin Nərman qızı axtarılır, o cümlədən Qarayeva Samirə Əbülfət qızı axtarılır. İyun ayının 12-sində müəmmalı şəkildə Goranboyun Yeni Yol kəndində itkin düşüb. Amma çox maraqlıdır, burada mənim diqqətimi çəkən bir məqam var. Adətən qızının həyatından şübhələnən ana birinci özü gəlməlidir studiyaya. Bu necə olubsa, bu kişi bu studiyaya gəlib. Əgər bu kişinin günahı varsa, özdə Xoşgədəmin efirini izləyirsə, bilirsə ki, Xoşgədəm Allah rəhmət eləsin, atası belə olsa, həqiqəti ortaya çıxaracaq bir adamdır. Mənə baxırsan, düzdürmü? Yəni tapşırıq, zəng, nə, ona heç vaxtı mən məhəl qoymamışam. Bəli, düşmən çox qazanmışam. Amma olsun, ən azı belə sadə insanların içində hörmətim olubdur. Onların mənə sevgisi olubdur. Bax, məsələn, indi bax, bir dənə qadın, müğənni xanımdır. Yəqin mənlə düşmən olacaq. Olsun. Olsun. Mən Turanə məsələsində də özünüz gördünüz ki, sonuna qədər getdim, evin də aldım, uşağın belə deyək, məktəbə də düzəltdirdim. Mənə təkliflər gəldi, pullar gəldi, nə bilim, maşınlar gəldi. Mən hamısından imtina etdim, Allah şahid. Heç peşman deyiləm. Ata-anamın yasında gördüm ki, dünyanın nəinki Azərbaycanın rayonlar və kəndlərindən, dünyanın ayrı-ayrı ölkələrindən, Almaniyada yaşayan, Rusiyada yaşayan, Amerikada yaşayan insanlar anamın yasına, atamın yasına gələndə tanımadığım insanlardır. Onda dedim ki, peşman olma. Düz eləmsən. İndi də sən bilib bunu gəlmirsən bura, düzdürmü? Təhlil verədiniz. Yəni bax, Akşin, mən bu dəqiqə sənin tərəfindən çıxış edirəm. Çox sağ ol. Sonra mən biabır olaram tamaşaçının qarşısında. Deyirəm, peşman olacaqsınız. Xoşgələm xanım, eləmin. Qovun bu adamı studiyadan geçsin. Qovun bu adamı studiyadan geçsin. Dəvət eləyir, qızın anası gəlsin, otursun görüm, oturur mu burada? Bu Qızın nəzər anadır, övlad itib burada. Danışığına riskət çıxmır bura, bugün bu kişiyə deyirsə ki, qovun burada. Qadını sizə Allah əmanət olaraq verir. Nə sifətində gedib alırsınız cəmaatın balasına.
əmanətə xəyanət edən adamdır, qalx ayağa. Bunun əllərinə bax, bu döyən ələ oxşur. Həhəl adam deyil bu. Yazıq, əlinin qabağına bax. Buna bax. Müəllim, döyən adamın əlləri necə olur? Mən başa düşmürəm, biri məni başa salsın. Bu adam zəhmətkeş insandır. Bu gün də 5 yaşdan qalıb ortada. TikTokda kotlet prezentasiyası edir. Dediydi. Məsələ kotlet məsələsi deyil ki, ortada 5 dənə uşağın anası yoxa çıxıb. Necə ola bilər ki, bu ana danışığından hiss olunur ki, ananı vecinə deyil. Deməli, burada bir oyun var. Ana bilir ki, qıza hardadır. Kişini burası işə salmaq istəyirlər. İcazə verin, bir dəqiqə. TikToku verin də Efrem. Tanım bizim. Sən üzündən çıxmır da ortaya. Samirənin 60 yaşında kişi katlet çəkib video qoyanda qaçacaqlar mı səndən? Samirənin anası zəng eləyib, narahat deyil. Elə narahat olan ana Yaxşı eləyir. Balasını sizdən vermir. Belə şey olar, yəni bilir anası da, yəni bilir ki, yəni bu yanındadır, yəni. Sizin evladınız evladdır, mənimki evladdır. O kasıb balası deyəcək qədər baxsın Bildiniz Gönül xanım. Bir saniye, xahiş edirəm, bir saniye. Nə deyirdin? Onda desin ki, evlat məndədir, niyə çıxmısan ayaq işi dora? Niyə axtarsan millətə, hökumətə, xoş qədəmə niyə əziyyət versən? Çıxma bala, məndədir vermirəm. Sən onun balasını Uşağı da götürür, alimenti verim, ya versin bana. Gönül xanım, bir saniye. Yaxşı eləyin, sənə Bana əziyyət vermir, ben bir də gəlib yetim. Qov bunu çıxsın, gəlsin xoş Necə yəni qovun? Nə danışırsınız siz? Siz nə danışırsınız? Uşaqların anasını axtarır, neynəməlidir bu adam? Siz burada səslənir ki, o xanımın anasına gəlsin otursun burada. Sesiniz kəsilir. Baxın, bir-bir mənim efrim mane olursunuz. Bir-bir danışın. Xanım, məsələ ondan ibarət ki, getmə səbəbini araşdırır ki, 5 dənə uşaq qoyub niyə gedib? Şəxs özü vurğulayır ki, bir mübahisə olmuyor. Səbəbi qardaşım, getmə səbəbi nə olursa olsun. Nə olsun? Bu qadın yorulub, döyülüb. Nə bilirsiniz yorulub? Hardan bilirsiniz? Necə müəyyənləşdirdiniz? Əlinizdə fakt var. Anası dedi də. Anasının dediləri faktdır. Bu qadının polislər hansısa bir şikayəti var. Yox, bu adamın telefon belə işlətməyə ixtiyarı olmayacaq. İcazə verin, onda növbəti sualı verim. Əgər anaya qız demişdisə ki, mənim ərim məni diz üstə qoyub döyür, o ana gedib niyə polisə şikayət eləmir? Onlar cavab verin. Xoşqədəm xanım. yaşıyor. Kənd yerlərində döyülən qadınlar gedib elə hamısı polisə ərizə yazır. Ərizə də yazanda gələndə Ramal müəllim deyir ki, sən niyə gedib şikayət eləmişsən? Həll eləyər bu övlad döyülübsə, niyə onun anasının evinə getmir? Anasının evinə gedərdi də. Hara gedibdir? Mən bir şey başa düşdüm ki, bu qadınlar suyun üstündə tək ayağı ilə də gəzsələr, Ramal yenə alacaq külüngünü əlinə, başlayacaq bu qadınları çapalamaq. Ay qardaş, mən sizə nə istəyirəm bu qadınlardan? Xanım, sizi mən başa düşmürəm. Siz xanım olaraq niyə bu o xanımın anasına səslənmirsən ki, gəl qızını burada axtar? Çünki mən bilirəm ki, bu uşaq... Necə başa düşmürəm, necə? O qız, onun səsinin sakitçiliyindən, onun səsinin Könül xanım, onda rahatlığından... ana bizi aldadır mı? Kızını Bəli. Bir gizlədir hafta mi? düzgün ana değilsiniz, burada düzgün ana değil, kızım yanımda değil. Düzgün ana dediğiniz budur, düzgün iş. Düzgün ana demirəm, mən deyirəm, Düzgün ana, düzgün Möhtəşəm diyor. bir cavabıydı. Camaat Təşəkkür vallahi. edirəm. Könül xanıma çox gözəl cavab verdiniz. Bravo. Niyə? Ay Düzgün ana, xoşqədəm xanım. çünki deyim niyə? Çünki müdafiə edirdi ha. Düzgün ana qızı yanındadırsa, bu qədər təkcə bizi yox, polisi belə aldadırsa, o qadına necə düzgün deyir? Xoşqədəm xanım. Söhbət ondan getmir. Bax, TikTok'a bak. Katlettir, katlet. Budur katlet. Buyurun. Katletə bax. Bu TikTok'ta bu işini paylaşır. Biz ne danışırıq? Biz bu kişini deyirik ki sen niye göre TikTok açmışsan? TikTok'ta işini paylaşır da. Reklam edir də Neyini? özünü. Müştəri toplayır. Növbətini verin. Sakit bir saniye. Evi təmir edib. Neyi pis eləyibdi ki? Bu adam neyini? Burada. Bakın. Bunun işine bakın. İşini gösterir bu kişi. Biz neyini? Bunu qovun mən Könül xanım. Sual verirəm. Qovun. Videoları gizlətdiniz, götürdünüz bu videoları qoydunuz. Tamam, xahiş edirəm Qohumundu gizlədə. Katlet yiyən videosunu qoyun da, katlet yiyən videosunu. İnsan katlet də yeyər, tükə kebab da yeyər. Niyə yeməsin ki? Başa düşmürəm. Yazıq katlet yeməsin ki. Danışır bu yazıq kişi katlet yeməməlidir. Və nə yeməlidir? Kişi kabab pişirəndə yaxşı olur, katlet pişirəndə pis olur. Bunun pis olmağın səbəbi odur ki, Xoşqədəm xanım. Xoşqədəm Könül xanım. xanım onu demir. Elmir Könül bəy. xanım demək Aksiyalarımız istədiyi var. oldu ki,
Əgər bir insan belə aktiv TikTok iştirakçısıdırsa, ona niyə qəribə gəlir ki, yoldaşının telefonu olmalıdır? Bəzi kişilər var. Hamısı telefonu Hörmətli Elmir bəy, mən başa düşürəm. Siz haqlısınız hardasa, deyirsən ki, niyə qadağa? Könül xanım da siz də. Bunları başa düşürəm. Amma məsələ budur ki, mənim də həyat yoldaşımın mənə qoyduğu qadağalar var. Mən əgər evlənirəmsə, ailə qururamsa və mənim həyat yoldaşımın müəyyən qadağaları varsa, mən onunla razı deyiləmsə, ayrılıram. Razıyamsa, onu qalıram. Mənim də, yəni bu... Xoşqədəm xanım, Doğuş bəy sizə bir dənə belə vursa, siz ayrılarsınız. Əvvəla Könül xanım, mən heç istəmirəm buradakı insanları həmişə müqayisə edin. Amma... Əziz abituriyentlər, topladığınız baldan asılı olmayaraq tələbə adını qazanmaq istəyirsiniz? Həm Dövlət Universiteti, 100% tanınan diplom, məzun olduqdan sonra işlə təmin, övladınız təhsil aldığı müddətdə daim nəzarət, qarşılama, yerləşdirmə, təqaüdlü və kreditlə təhsil. Büdcənizə və potensialınıza uyğun əyani və qiyabi 21 ölkə, 140 universitet, 60-dan çox ixtisas seçimi və 3 beynəlxalq səviyyəli diplomla məzun olmaq imkanı. Bütün bunlar harda və necə mümkündür? Sadəcə attestat nəticənizlə Azərbaycanda ilk dəfə keyfiyyət sertifikatını almış və illərdir abituriyent və valideynlərin etimadını qazanmış beynəlxalq təhsil mərkəzində. Bir qadın döyülübsə, onu ancaq mənim əlimdə fakt yoxdursa, polisə şikayət olunmuyubsa... Bu qadın telefon işlətməyir. Ay xanım, telefon işlətməmək döyülməkdir. Mən artıq hərəkət eləyə bilər ki, o nə artıq hərəkət eləyə bilər. Xanım, orada zülüm var idisə, 5 dənə uşağı bu xanım dünyaya niyə gətirirdi? Gəlin belə eləyəm, mən tez aksiyalarımızı deyim mən. Qeyd edeyim ki, bizim fizioterapevt reabilitologumuz Gülnar Əhmədlinin yanında aksiyalar var, Medera Hospitalındadır. Bel boyun ağrıları, yırtıq protruziya, çiyin, diz ağrıları, artroz, uşaq və yeni yetmələrdə onurğa deformasiyaları varsa 055-525-17-17-yə zəng edin. Bu arada 28 iyunda Şəkidədir. Qulaq burun boğaz cərrahımız Azər Əbrizadənin yanında plastik burun əməliyyatı istəyənlər qiymət 1000 manatdır. Bu yay boyunca davam edəcək. 055-230-32-90. Neyrocərrahımız Əli Osman Qədimbəylinin yanında bir nahiyyə emerti olunan pasiyentlərə ikinci nahiyyə emerti pulsuzdur. Dəqiq diaqnoz qoyulması üçün emerti şəkillər İstanbula göndərilir və rəy Türkiyədən yazılır. Bu arada 27-28 iyunda da Gəncədədir. 055-296-66-68. Aytən Sonsluq Mərkəzində aksiyalarımız var. 10 il, 20 il, 30 il uşağı olmayanlar bütün yay boyunca 2000 manata ana ola bilərsiniz. 050-455-82-82. Zob doktorumuz Xəqani Həsənovun yanında aksiyalarımız var. Bilirsiniz ki, Rusiyada təhsil alıb gəlib. Boğulma, təngi nəfəslik səbəbsiz çəki artıb azalırsa mütləq doktora müraciət edin. Bu arada Xəqani doktor sabah Gəncəyə gəlir. Gəncə ətrafı rayonlardan zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər müraciət edin, qeydiyyatdan keçin. 28 iyun Mingəçevirə gəlir, 3 iyul Sabirabad, 8 iyul Salyanda olacaq. 050-603-81-82 əlaqə nömrəsidir. Uzman uroloq-andrologumuz Bəxtiyar Hüseynovun yanında da aksiyalarımız var. Uşaqlarınızı mütləq androloji yoxlamadan keçirin. Yay boyunca bu yoxlamalarda professorun yanında 30% indirim var. 055-694-40-50. Lor cərrahımız Leyla Zülfüqarovanın yanında qulaq burun boğaz əməliyyatı istəyənlər 30% indirim var. Hətta plastik burun əməliyyatları da həyata keçirir. 050-836 36-36 əlaqə nömrəsi. Vertebrologumuz Röya Musayeva bilirsiniz ki, Almaniyada ixtisaslaşıb gəlib. Çox böyük bir mərkəz yaradıbdır. Burada skalyozdur, kifozdur, lardozdur, qamət pozğunluğudur, serebral iflic kimi problemi olanlar 055-972-29-39'a zəng edin. Sən axtarıramın adından gedənlərə indirim var. Bu arada 19 iyul Şəkiyə gəlir. İndidən doktorun qəbuluna yazılın və bizim mətanət gülümüz gəldi mi? Müğənnimiz. Və xahiş edirəm Mətişdemin sizə icazə verir. O deyibdi ki, mənə mətanət xanım deyirəm. Oldu mu? Axırıncı hərfini dedim, ah. Bir hərfini də deyim. Deyim. O. O.
Bir hərfi də mən deyim, V. Yox, səhv V. deyil. Qarayeva Samirə Əbülfət qızı iyunun 12-sində Goranboyun Yeni Yol kəndində itkin düşübdü. Axtarılır. Kim var idi telefon xəttində? Hə? Mənim bu dəqiqə restoranda daha sonra nələr baş verdi? Ürəyim partlayır, tez ol. O müğənninin o ad gününü qara gətirən 3 uşaqlı qadın danışacaq. Bir şey anlamıram. Bax, bu qadın gəlib əyləşib burada. O birisi qadın niyə gəlib əyləşmir? Xəyanət edib də, əlləri xəyanət edib. Nə olsun ki, o niyə gəlmir ki? O da gəlib əyləşsin burada da. Niyə görə gizlədir ki üzünü, simasını? Niyə gizlədir? Yəni, bax, bu qadın da gəlib əyləşibdir də. Eyni durumdursa, o da gəlsin burada əyləşsin, iddialarını irəli sürsün. Hərəkətlərinə görə utanır, ona görə gəlib. Bəs bu qızı qadın utanmır. Gəlib oturun. Bu məcburdur, çünki bunun uşaqları əlindədir, götürüb. O məcburdur ki, uşaqlarına görə bırakır. Gözləyin xanım, telefon xəttində. Düz dediniz. Neynəsin? Onun 3 dənə uşağı var. Gəlsin, çıxsın bura ki, mənim həyat yoldaşım gözəl bir iş görüb, özdə mənə də baxırsan. Ayıbdır valla sənə. Bəli, onun uşaqları indi var, yanındadır. Ayıbdır. Yəni xanımlarınızı, uşaqlarınızı ayaq altına atmayın. Gedin ayrılın, ondan sonra həyatınızı qurun. Sizə heç kəs heç nə demir. O kimdir elə? Bu da Samirənin bacısıdır. Bir dəqiqə dayan Samirənin bacısı. O itkin Samirənin də. Samirə. Ay xanım, bu ər gəlib burada axtarır. Nə yaxşı siz rahat evdə oturmuşsunuz. Bacınız itib də. Salam, deyirəm ki, ər gəlib oturub burada. Nə yaxşı oturmuşsan rahat evdə. Bacın itib. Xanım, mən rahat oturdum. O uşaqların atası orada şimdi. O uşaqların havasına mən baxıram, qadan alım. Yoldaşım gelir, səhər onun 4 uşağını götürüb gətirirdi. Mən baxıram o uşaqlarına. Balcım deyil. Nədir? Balcım deyil o danışır. O bacım deyil. Yox, balcım yox, annem danışır. Samirənin bacı Afiqə. Afiqədir. Yalandır. Hə. O akşin gətirib sənin evinə, yoxsa həyat yoldaşın? Hamşımdan dünən evindən gedirdi. Akşam zəngilədir ki, mən xoş gələm xanım, güləşinə çıxacağım. Yəni uşaqlarım... Hədə yəni, əgər siz, ay xanım, Samirənin anası hanı? Bəli. Samirənin anası hanı, niyə gəlib qızını axtarmır? Əgər haqlıdırsa, bu oğlan... Ya bir dəqiqə deyən, bu oğlan bacını döyürdü ya yox? Bu oğlan, yəni bu kürəkən bacını döyürdü ya yox? Vallahi heç bir xəbərimiz yoxdur. Mən heç gələn... Dənətən, yəni sənin anan deyir ki, diz çöktürüb döyürmüş. Nətə? Bu çətin olacaq mənə. Deyir ki, anan deyir ki, Samirənin yoldaşı onu diz çöktürüb döyürmüş. Ondan xəbərim yoxdur, onu uşaqlar deyir, qadan alır. Uşaqlar deyirsə, ver onu deyən uşağına. Ay, xoş gələm, alo. Bəli. Şərəm xanım, Afiqənin yoldaşıdır. Uşaqlar bir də deyir ki, indi anam 11-i gedibdir, 12-si məlumat verilir ki, qız bugün qaçır. Verin də uşağa danışın, böyük uşağa verin. Alo deyim. Alo. Salam. Salam, Mərəşim. Oğlandır bu. Adı nədir? Elşən. Mən xoş gedəm xaladır səninlə danışan. Oğlum, mənə hər şeyi düzgün danış. Əmin ol ki, mən sənin yanındayam və ananı tapmaq istəyirəm. Anan nə vaxt itkin düşüb, bala? 11'i itkin düşürdü, 12'si axtarış vermişik. 11'i saat neçədən anan yoxa çıxıb? Akşamüstü. Sən ananı gedəndə gördün onu? Ha, gedəndə gördüm, ağlaya-ağlaya gedəndə gördüm mən onu. Ata onu vurmuşdu, bala? Yox, onu alsın görmədim. Biz Çinmətdən gəlirdik kanalda. Ondan onu gördüm ki, nədir, ağlaya-ağlaya get. İçəri girəndə atan neyniyirdi? Hardaydı ata? Atam yatmışdı. Atan yatmışdı. Deməli gördün ki, anan ağlaya-ağlaya gedir. Bəs axı nənə deyir ki, demisiniz ki, ata onun arxasınca qaçırmış. O da qaçıb çıxıb çölə. Onun hamısı qardaşım deyir, hamısı yalan danışır. Yalan danışır. O bir qaqaya verə bilirsən, oğlum? Bu da deyil, yox. Gətir o biri qardaşı, gətir mən danışacağım. Bir dənə götürün bunu.
Yəni olmaz ya insana. Nə deyirsən ay Könül xanım? İndi De. cavab Ümumi ver. gələcəkdim, deyirəm onlara. De görək Mən çox. əminəm ki, bu kişidən mən qorxuram. O ki olsun Ha, bunu körpə nəyinə uşaqlar. qorxursan? Ya olmaz. Bu adam əli qabarlı bir insandır. adamdılar. Bu istəmirəm bunu. Əli İşləyən qabarlı adamlar görüntüləri işləməklə görürəm. yoldaşın döymək arasında nə Gəl bir əlaqə də var? Ramal Mən bəy gəlin anlamadım. bura. Ramal bəyin sujeti gəlsin. Daha doğrusu təşəkkürə gələn var. Təşəkkürümüz var və Beynəlxalq Təhsil Mərkəzi keyfiyyət sertifikatını ölkəmizdə alan tək mərkəzi bu da onların işidir. Yəni demək istəyir ki, bu sertifikat ki, siz uşaqlarınızı etibar edə bilərsiniz Beynəlxalq Təhsil Mərkəzinə. Bir atestatın nəticəsi ilə dünyanın ən məşhur universitetlərinə əyani qiyabi övladlarınız qəbul ola bilər. Kreditlə və təqaüdlə təhsil mümkündür. Staj və hətta geri gələndə işlə təmin də 051 401 44 43 Beynəlxalq Təhsil Mərkəzinin əlaqə nömrəsini gəlin bura bala, gəlin. Mikrofonu verək. Ay, bu Çindir. İlahi Beynəlxalq Təhsil Mərkəzinin ilk Çin qəbulu. Gəlin alqışlayaq. Mənim ən böyük arzum evladlarımın Çində təhsil almasıdır və bugün bu Beynəlxalq Təhsil Mərkəzinin ilk Çinə qəbulunu da sizlərə təqdim edirəm dostlar. Böyük bir universitet. Top 50'də olan, dünyada top 50'də olan bir universitetə qəbul. Bu artıq nədir? Keyfiyyət sertifikatını hak etmişsiniz. Bravo, alqışlayaq. Mən ilk öncə hamını salamlayıram. Mən Çin universitetləri ilk üçlükdə olan Zhejiang Universitetinə qəbul olmuşam. Bu bir çox insanın əməyi var burada. Ona görə mən ilk öncə ailəmə təşəkkür eləmək istəyirəm. Daha sonra xüsusilə başda Ramal bəy olmaqla Beynəlxalq Təhsil Mərkəzinə, onun bütün kollektivinə və Aytaç xanıma ürəkdən təşəkkürlərimi bildirirəm. Bravo. Bravo. Tələbəmiz Aydan Məmmədli top 50'də olan universitetə daxil olub magistratura beynəlxalq biznesin idarə olunması ixtisasında qeyd edim ki, Aydanın qardaşı da Amerikada təhsil alır. O da Beynəlxalq Təhsil Mərkəzindən getmişdi, yoxsa o başqa? Başqa getmişdi, amma Aydan bizim vasitəmizlə artıq Çinə qəbul oldu və biz öz nümayəndəmizlə Aydanı yola salacağıq Çinə. İnşallah fəxrlə də həmən universiteti yüksək nəticə bitirib ölkəmizə geri qayıdacaq. Mən buradan elə Aydanın da valideynlərini və babasının nənəsini təbrik edirəm. Babanı, nənəni öpürəm. Bütün babalara, nənələrə deyirəm ki, rahat Beynəlxalq Təhsil Mərkəzinə həvalə edə bilərsiniz. Çünki onlar həm o qəbullardır ki, bir atestatın nəticəsi ilə onların yığdığı bala uyğun olaraq, hətta topladığı bala uyğun olaraq, yəni qiyabi dünyanın gördüyünüz kimi Çinə qəbul top dünyada 50 olan universitetlərdən biri idi ki, bizim gözəl qızımız qəbul olubdu. Yəni qəbul ola bilərlər. Buradan baba nənələrə deyirəm ki, bax, Aydanın nənəsi babası kimi olun. Belə bir mərkəzə etibar etdiyiniz üçün mən də təşəkkür edirəm. Çünki mən təqdim edirəm və bugün artıq uşaqdan böyüyə Ramal bəyi tanıyırlar. Beynəlxalq Təhsil Mərkəzini tanıyırlar. Nə xoş mənim halıma, nə xoş orada işləyən bütün komandanı öpürəm. Amerikada. Hansı şəhərdə? Salam, mən Elmir Hüseynov. Türkiyənin Babir şəhərində təhsil alıram. Bu da bizim beynəlxalq təhsil. Hal-hazırda ikinci kursu bitirib gəldim. Bravo, təqaüd. Bu il təqaüdünü verəcəyik. Bu il təqaüdünü verəcəyik. Necə oxuyursan universitetdə? Birinci. Qiymətlərim əla. Əla, alqışlayaq da. Bravo. Təşəkkür edirəm. Bütün ixtisaslar üzrə qəbullarımız davam edir. Valideynlərimiz narahat olmasın ki, övladımız az bal toplayıb necə qəbul olacaq və necə oxuyacaq. Gördüyünüz kimi tələbəmiz ikinci kursu yüksək nəticələrlə bitirib ölkəmizə geri qayıdıb və təqaüdə də layiq görülüb. Buyursunlar, müraciət etsinlər. 21 ölkə, 140 universitet Azərbaycan xalqının xidmətindədir. Beynəlxalq Təhsil Mərkəzinin vasitəsilə 60-dan çox ixtisas seçimi mövcuddur. Tibb, diş həkimliyi, fövqəladə hallar, gömrük, turizm, bədən tərbiyə. Bütün ixtisaslara. Elə indi müraciət edin. 100 tələbədən də biri siz olun. 051 401 44 43 Beynəlxalq Təhsil Mərkəzinin əlaqə nömrəsi həftənin 6 günü çalışır. Saat 9-dan hər kəs balalarınızı götürün gəlin. Sağ olun. Təşəkkür edirəm. İnşallah mənim övladlarım da ora qəbul olar. Ay Ramal.
Çində, mən Çində Biri Çin, təhsil biri etdim. Amerika olsun. Yo, Çində. Çin. Leyla xanım buradadır, gəlsin Leyla xanım. Bu arada Qarayeva Samirə Əbülfət qızı axtarılır. Şəkilə diqqətlə baxaq. Samirəni tanıyıb bilənlər, anonimlik qorunur. 050 501 01 47-yə zəng edin və nə? Mətanət gəlib. Onu gözləyirdim. Bəli, Süjetinə gəlsin. bax hələ görək bir. Burun əməliyyatına ehtiyacı olsa əməliyyat eləyərsən. Tamam. Mən Plastik. eləyəcəm, boynuma Plastik, götürürəm. hə, Plastik plastik, əməliyyat hə. eləyəcəm. Gəlsin. Salam. Salam. Necəsən? Çox yaxşı. Adın nədir? Əlirza Yusifli. Neçə yaşın var? 10. Nədir sənin şikayətlərin? Şikayətlərim odur ki, ən çox yatanda, məndən sonra udanda, mənim boğazımda elə bilirəm qalıb. Ya qalıb, ya da qalmayıb bilmirəm. Aha. Sonra nəfəs haqqında deyirsinizsə, nəfəs burnumdan ala bilmirəm tam. Ancaq ağzımdan alıram. Ağzımda dolu olanda burnumdan heç nəfəs alamıram. Aha. Allah sizi həmişə var eləsin. Sağ olun. Həmişə ucalardan gəlsin. Amin. Sağ olun. Amin inşallah. Çox sağ olun. Çox sağ olun. Salamatçılıqdır. Şükür. Bu balaca balam, gəl. Deyir, mənim ən yaxşı izləyicimdir. Təşəkkür edirəm. Adı nədir? Bir dənə bir mikrofonu. Adın nədir? Mənim adım Əlirza Yusiflidir. Əlirza, hər gün mənə baxırsan. Bəli, sizi TikTokda və ya başqa sosial şəbəkələrdə izləyirdim. Televizora baxmırdın. Televizorda bəzən verəndə baxırdım. Nənə ilə baxırdı. Nənə ilə baxırdı, gözəl nənəsi. Nənələrin sevimlisi Xoşqədəm. Buyur. Öncə studiyada oturan və efir qarşısında oturan tamaşaçıları salamlayıram. Və mənim bu gün Cənubdan burada gəlmisən. Bəli, Ay, mənim bu gün Astaraya burada salam olmağımın olsun. səbəbi Lordara Leyla Zülfüqarova həkimdir. Çox yaxşı doktordur, eləmi? Çox gözəl həkimdir. Qızıl Və əllər. 10 gün öncə nəvəmin burun boğaz əməliyyatı keçirdi və çox uğurlu alındı. Və ona görə mən Leyla xanıma təşəkkür edirəm. Qurban olum sənə. Cənubdan insanlar gələndə elə danışır. Mən buradan çıxıb getmək istəyirəm ki, onlar aparsın verilişi. Təşəkkür edirəm. Çox sağ ol can. Çünki sağ olun ki, belə bir həkimləri efir vasitəsilə bizə bütün tanıdırsınız Cənubdan və biz də məni onları deyib gəlirik. Çox sağ olun. Çox sağ olun. Məni Allah Cənubdan sizi həmişə izləyən var hər eləsin. kəsi öpürəm, bağrıma basıram və deyirəm ki, sizin Leyla doktorunuz, lor cərrahınız, uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatlarına 30% endirimlidir. Hətta plastik burun əməliyyatları. Bəli, burun əməliyyatlarında da, plastik əməliyyatlarımıza da endirimlər var. Hal-hazırda demək istəyirəm ki, yəni valideynlər çoxu baxın, təzə eləmişəm də sizin əməliyyatınızı. Yəni 10 gün. yay aylarıdır, bəli, yay aylarında deyirlər ki, yay aylarında əməliyyat eləmək olmaz. İstiyə görə qorxurlar. Ancaq yəni üzümü tuturam valideynlərə. Bizim cihaz termoveding cihazıdır. Yəni ağrısızdır, qansızdır. Yəni soruşa da bilərsiniz. Uşaqları çıxartmamda məsələ də odur ki, yəni əməliyyatdan qorxmasınlar. Yəni yaydı mən uşağımı aparmayım, qış aylarında bu boş şeydir. Yəni bəli, bunlara inanmayın. qışa qədər hazırlayaq, əməliyyatımızı eləyək, qəşən rahat dərslərinə başlasınlar. 050 836 36 36 Leyla xanımın əlaqə nömrəsidir. Qeyd edin, yazın, bütün yay boyu gələ bilərsiniz. Alqışlarla yola salam. Bütün Cənubu buradan salamlayıram və deyirəm ki, dostlar, siz bizim bu aksiyalarımızdan yararlanın. Elə burada Xəqani doktor, Zob doktorumuz, Xəqani doktor sabah Gəncədə olacaq. 28 iyun Mingəçevirdə, 3 iyul Sabirabad, 8 iyul Salyanda olacaq. Zob xəstəliyindən əziyyət çəkənlər 050 603 81 82 zəng edin, indidən qeydiyyatdan keçin. Qısa bir aradan sonra davam edəcəyik. Qısa bir aradan sonra ay akşin. Nə videosu gəldi? TikTok'da nə var? Baxım görüm, yazır. Kotlet pişirirəm. Mikrofonu götür. İş yerində kotlet pişirirəm. Ya dünya səviyyəsində belə bir şey yoxdur. Yüngülvari bədənli onu görsə özü ölüb gedəcək. Bura sənin işin. Bunun bölünün arasında gözəllik sınaq. Qaldığımız yerdir. Qaldığın yerdir. Bəli. Özün pişirirsən. Bəli, Halal özüm olsun pişirirəm. sənə qardaş. Halal olsun sənə. Könül xanım buyurun.
Elə bilirdin ki, katlet deyəndə bu restoranda oturub, bahalı restoranda, lüks restoranda bu yazıq kişi katlet yeyir. Göl-göldədir. İş yerində. Ay Xoşqədəm xanım, ümumiyyətlə biz həmişə onu tənqid edirik ki, niyə görə o bişirdikləri yeməkləri paylaşırlar? Bax indi haraylı işdə. Niyə görə bu şeyləri? Bayaqdan başqa şey danışırdılar. İndi görün hardan danışır. Hər bir halda hər bir halda bu insan belə çıxır ki, TikTokla çox yaxından dostluq eləyir. Telefonla çox yaxından dostluq eləyir. Əsas odur ki, TikTokda Bəli. əxlaqımıza, ailə dəyərlərimizə zid heç bir şey eləmir bu. Mən başa düşürəm, xoş gələm xanım. Bu da nə bilim mini short geyib rəqs eləyəsi deyil. Mən də nümayiş eləyir. Hər halda Cəmaət eləyir bahalı restoranlarda, nə bilim 1000 manatlıq yemək paylaşır, hesabı paylaşır. Bunu heç nə demirik. Bu yazıq fəhli oğlan gedib orada bir dənə iş yerində katlet pişirdi. Bunu indi biz qaldırıb gündəməliyik ki, bu niyə katlet paylaşır? Belə bir şey olar. Arvadı dövür gedir katlet pişirir paylaşır. Aferin. Buna da ona baxın. Bəxtəvər mənim başıma. Bunu elə aparayım uşaqların yerlərisində. Bax iş yerimdə. Deyirləncə dördüm barı. Ay xanım, nə danışırsınız? Bu Deyir, bahalı başladığım kreslo barı. deyil. Ay Könül xanım, bu kreslo bahalı kreslo deyil. Könül xanım deyir ki, belə bir TikTok tarixçəsi olan insanın yoldaş qadınların telefona toxunmağına belə dəhşət baxmağı absurddur, ziddiyyətdir. Bilirsiniz niyə? Çünki o telefonda 110 kadar çıxırlar, istəmir arvadı görsünlər. Mən indi müqayisələri sevmirəm, amma sənə sual verirəm. Sənin də öz qaydaların var da. Mən biraz öncə özümdən dedim ki, mənim həyat yoldaşım qadağa qoyduğu heç bir şeyi mən eləmirəm. Sizin də həyat yoldaşınıza deyirsən ki, bunu bəyənmirəm. Onu eləsə neyniyərsən? Axı mən özüm də o şeyləri eləmirəm. O şeyə ki, qadağa qoyuram, o şeyi mən Ay qardaş, bu adam kişidir, işini satır orada. Katlet satır bu. Başa düşə bilmirəm. Bu həmişə elə divarı belə deyək, hörəndə paylaşmalıdır, işini paylaşır da neyniyir? Yəni bizim də dediyimiz o qadının fərasəti, o qaynanın fərasəti ki. olardı ki, buna yemək pişirib verərdi, bu da burada bugünkü də bu katleti pişirməzdi. Gör o qadını nə vəziyyətə qoyub ki, qadın heç onda yemək pişirib göndərmək kimi bir lüzumda bulunmuyor. Karın gələn boydadır, bu iş yeri göl-göldədir. Hələ bəlkə də o katleti başqa adam bişiribdi, yoldaşı da elə onu qısqanıbdı. Bu qaynananın dərdi qızı deyil, valla katletdir. Qardaş, o katletdən pişir qaynanana da verdi, hə? Çalışaram bundan belə. Problem oldu, məncə... Yığın görək, bir uşağı yığın, xahiş edirəm. Mətanətlə bağlı bizim, artıq açıqlayacağım. Çünki mətanət bu ana qədər, bir dəqiqə, mən açıqlayıram artıq. Kimliyini açıqlayıram. Yox, çünki bu ana qədər, əgər, mən bilirsiniz, inanın mənə, çünki qarşı tərəfdir. Mən bir hüquqşünasımız, vəkilimiz oturub burada, mən də bir hüquqşünas kimi bilirəm ki, qarşı tərəfi mən dinləməliyəm, bu mənim borcumdur. Hər bir halda dinlənməlidir. Hər bir halda. Yəni, qoy bizim tamaşaçılar bilsin ki, mənim bütün apardığım o işlər var da, səsli küylü işlər. Onlarda belə həmişə qarşı tərəfi gözləmişəm. Sadəcə cavab verməyəndə haqqım da açmaq. Gəlməyib, efirdən belə müraciətlərim var. Gəlməyib demişəm, canın sağ olsun. Açıqlayırıq. Elə eləmişəm. İndi də bunu açmamamıza, yox, mən neçə gün gözləyəcəm. Tamaşaçı da elə bilir ki, mən reyting üçün eləyirəm. Bu nə deməkdir? Mən oturub onun nazı ilə oynayacağım ki, nə vaxtı gəlir. Gəlsin desin ki, o qız yalan deyil. Bəzilərindən danışılır. Bu arada mən sponsorlarımıza təşəkkür edim. Xüsusi sponsorumuz Medera Hospitaldır. Qeyd edeyim, Medera Hospitalında neyrocərrahımız Əl Osman Qədimбəyli bel, boyun və disk yırtıqları, karpal tunel orunğaş xəstələri icbari sığorta ilə əməliyyat olunur. İcbari sığorta olmayan əməliyyatlara 30% indirim var. Bu arada aksiyalarda var. Bir nahiyyə emeriti olunan pasiyentlərə ikinci nahiyyə emeriti pulsuzdur. Dəqiq diaqnoz qoyulması üçün emeriti şəkilləri İstanbula göndərilir və rəy Türkiyədən gəlir. 055 296 66 68 əlaqə nömrəsidir. Qulaq-burun boğaz cərrahımız Azər Əbizadə sabah studiyamızın qonağıdır və bu arada plastik burun əməliyyatı istəyənlər, qiymətlər sizin üçün 1000 manat oldu. 055 230 32 90 əlaqə nömrəsidir. Bu arada Doktor Gülnar Əhmədli fizioterapevt reabilitologumuz 28 iyunda Şəkidə olacaq. 051 525 17 17 əlaqə nömrəsidir. Digər xüsusi sponsorumuz Al Marketdə
həm sevdiyiniz məşhur markalar, həm də Almarketin yüksək keyfiyyətli hər gün aşağı qiymətə təqdim olunan məhsullarını şok qiymətlərə əldə edə bilərsiniz. Zob doktorumuz Xəqani Həsənova təşəkkür edirəm. Zəhərli zob, düyünlü zob, hamiləlikdə zobdan əziyyət çəkənlər doktorumuz həm Bakıda, həm rayonlarda sizləri qəbul edir. Bu arada 27 iyun Gəncədə, 28 iyun Mingəçevirdədir. 05603-8182 əlaqə nömrəsidir. Beynəlxalq Təhsil Mərkəzinə təşəkkür edirəm. Heç bir imtahan vermədən övladlarınız attestatın nəticəsi ilə dünyanın ən məşhur universitetlərinə qəbul ola bilər. 051-401-4443 əlaqə nömrəsi. Bu arada keyfiyyət sertifikatı artıq Beynəlxalq Təhsil Mərkəzinin müraciət etmək üçün bariz nümunədir. Deməli, uzman uroloq-androloqumuz Bəxtiyar Hüseynova təşəkkür edirəm. Uroloji, androloji əməliyyatlarınızı icbari sığorta ilə etdirirsiniz və bu arada uşaqlarınızı androloji yoxlamadan keçirin, çünki yay ayları boyunca 30% indirim var. 055-694-4050 bizim dəyərli professorumuzun əlaqə nömrəsi. Ümumiyyətlə, böyrək daşı əməliyyatı istəyənlər də Bakı Medical Plaza'da əyləşir. Uroloq-androloq Bəxtiyar Hüseynov. Deməli, Leyla Zülfüqarova bizim dəyərli lor cərrahımıza təşəkkür edirəm. Peşəkar doktorlarımızdan biridir. Uşaqlarda, böyüklərdə qulaq, burun, boğaz əməliyyatlarına məhz doktorumuzun yanında 30% indirim var. Thermal welding cihazı ilə bu əməliyyatlar həyata keçirir. Hətta plastik əməliyyatları da həyata keçirir. 050-836-36-36 əlaqə nömrəsidir. Vertebrologumuz Röya Musayevaya təşəkkür edirəm. Bilirsiniz ki, Röya xanım Almaniyada ixtisaslaşıb gələn fizioterapeutlərdən biridir. Skalyoz, kifoz, lardoz, qamət pozunluğu, çanaq deformasiyaları, yastı pəncəlik, inkişaf geriliyi, genetik sendrom kimi problemi olanlar 055-972-2939-a zəng edin və Bakıda Sən axtarıramın adından gedənlərə xüsusi indirimlər var. 19 iyulda da Şəkidədir. Sabah səhəri yola salıram Türkiyəyə. Gedəcək İzmirə. Amma mən ona bir söz vermişəm. İzmirdə anne və babasıyla barışdıracağım onu. Düzdür, Nahidə mənə yalvarır ki, mən xahiş edirəm ata-anamla bağlı mənə nəsə yazmayın. Yəni, mənim ata-anamla ant verməyin mənə. Onlar mənim üçün Allahdan sonra müqəddəs hesab etdiyim varlıqlardır və mənim zəif yerimdir. Bu zəif yerimdən vurmayın məni. İcazə verin. İnanın mənə ki, bu efirdə bir Allah şahiddir. Heç nə deməyəcəm. Mənim valideynlərimin ölümündən sonra içdiyim dərmanlar bitib tükənmir. Ona görə bu Nahidiyə də digərlərinə də aiddir. Mənim ata-anamın ruhuna ant verib məni ondan üz-üzə qoymayın, lütfən. Ki, səhəri ana atası ilə barışdırma. Ayıbdır. Səhəri anne babasının yanına aparma. Olmaz yəni. Lütfən, nə olar, rica edirəm. Bu Nahidənin timsalında hamıya aiddir. Əziz abituriyentlər, topladığınız baldan asılı olmayaraq tələbə adını qazanmaq istəyirsiniz? Həm Dövlət Universiteti, 100% tanınan diplom, məzun olduqdan sonra işlə təmin, övladınız təhsil aldığı müddətdə daim nəzarət, qarşılama, yerləşdirmə, təqaüdlü və kreditlə təhsil. Büdcənizə və potensialınıza uyğun əyani və qiyabi 21 ölkə, 140 universitet, 60-dan çox ixtisas seçimi və 3 beynəlxalq səviyyəli diplomla məzun olmaq imkanı. Bütün bunlar harda və necə mümkündür? Sadəcə attestat nəticənizlə Azərbaycanda ilk dəfə keyfiyyət sertifikatını almış və illərdir abituriyent və valideynlərin etimadını qazanmış Beynəlxalq Təhsil Mərkəzində. Onlar mənim üçün sağdırlar, yaşayırlar. İnsanın yaralarını qopartmayın qaysanda, yəni. Mən həmişə dost tanışlar, düzdür, mən ata-anamın ölümündən sonra çox insanı tanıdım, onların hər birini
tanıdım və mən həqiqətən də onların ölümü məni tamamilə fərqli bir insan elədi. Böyütdü məni. Mən artıq o insan deyiləm. İnsanlara yox deməyi bacarıram. Hər kəsi yerində oturmağı. Bunu da sən etməlisən, bunu etməməlisən. Ən doğmalarıma belə həmişə ata-anama görə susmuşdum, amma indi susmuram. Onlara belə yerin göstərirəm bəzən. Güc verdi onların ölümü. Ona görə qaysağı qopartmayaq yaranın və keçə indi itkin qıza, itkin gəlinə. Samirəyə, Əbülfət qızı. Həqiqətənmi? Bir dənə xəbər yoxdur. Samirənin şəkli gedir ekran. Bu mümkün deyil. Sən axtarıram da ki, bircə nəfər də olsa mənə zəng eləyər ki, Samirəni filan yerdə gördüm. Amma Samirəni gizlədən varsa, Samirə anasın ya. mən buradan ona deyirəm, səni babelə çıxaracam ortaya. Əgər o qıza sığınacaq verib, o qızı gizlədirsənsə, zəba nömrəni deyirəm 050 501 01 47. Əməkdaşlarımız Goranboya gedib. Əzizim, əgər sən onu gizlədib demirəm, sığınacaq vermisənsə tək bir qadındır, yaxşı eləyib vermisən, yardım etmisən. Amma onun 5 uşağının ağlar qaldığını bilib, ailəsinə zəng eləyib, narahat olmayın, Samirə buradadır deyə bilərdiniz. Deməmsən, indi bizim efirdə gördüm. Zəng eləmənə telefonu da özüm götürürəm. Ver mənə o 501-i. 050 501 01 47. Bax, telefon bütün yayın boyu əlimdə olacaq. Hələlik oğlunu yığ, zəng eləyənlər onsuz da. Bu arada Mətanət, sən ölməyəsən, ay Mətanət. Ada dedim də, ən sonda adı. Hə? Bax, Mətanət, sən gələcəksən, Nahidənin qutusunu da sən açdıracam. Çünki o qutu ilə də maraqlanırlar da. Nahidənin qutusunu verəcəm, o şarkıçı açsın. Verin görün mənə. O biri uşağı, hansı uşaq ki? O uşaq deyir ki, mənim anamı döyürdü atam. Yo, bayaq danışan mənə lazım deyil. Bu hadisəni deyən uşaq. Bax, Akşin, mən sənə inanıram ha. Var idi. Niyə? 12 gündür, 14 gündür qız itkin düşüb. Ana ancaq danışdı nədən? Mən baxmışam, mən saxlamışam kotletdən. Qaynananı da yığ ver mənə. Qaynananı. Acılı ananı biz görmədik orada. Qızım itib, Bu indi yoxdur, fəryad hardadır. eləməlidir. O fəryadı biz görmədik. Bu indi fəryad. Bax, uşağı itən Aygüldür. Bax, Gülnar burada oturubdur, Rasimin bibisi. Aygülün bugün belə bağırtısı, qışqırtısı, bütün o qara güvəndikli kəndinin uşağı belə eşidir. Kanalın üstündə hər axşam ağlayır o qadın. Ana bu deyil. Övladı itən Aygüldür. Aygül kim analardır? Hardasan sən? Mən ananı istədim. Aygüldür, bax. Oralardadır, Rasim deyib ağlayır. Bu qadında rahatçılıq var idi. Bu qadın bəlkə, mən demirəm, bəlkə də, sən deyirdin də bayaq, bəlkə də nəsə bilir, danış da. Deyirəm, bəlkə də nəsə bilirlər belə rahatdır. Mikrofon. Əlbəttə ki, nəsə bilir ki, rahatdır. İkisi deyirsiniz, dəqiq hansıdır? Mikrofona de. Uşaq biraz uşaqdır, onun dəqiq günü deyənməz. Siz dəqiq gün hansıdır? Ayın 12-si günü şöbəyə də elə məlumat vermişəm. Elə həmən günü gedib məlumat verirsiniz? 12-si günü gedibdir. Günorta sonra məlumat verib. Neçə gün sonra? Şöbəyə demişəm ayın 12-si günü gedib. Şöbə bilir, bəli. Şöbəyə nə vaxt deyibsiz? Şöbəyə elə 12-si günü günortadan sonra olub bu haqq hesab. Akşamüstü. Axşama kimi gözüm, axşam getmişəm bunların evlərinə. Evlər yoxdur. Sabah da qolun əqrəbanın tapmamışam, demişəm şöbəyə. Bir dəqiqə, bu sənin uşaqların. Bu yazıqları necə qoyub gedə bilər ana? Bu göy paltarı qızdı, o bir sıra oğlandı. Bu qız 1 yaş 4 aylıqdır, bəli. Yəni özüm baxıram ona da. Sən baxırsan. Bəli. Buyurun Könül xanım, tənqid edeyim bu kişini. Baxmalıdır da. Mən baxmaram, mən borcum olduğu üçün Uşaqların borcum da anasını borcum. döyməyərdin, alçaltmayardın, təhqir Gözünə ben de eləməyərdin. döymüşəm də. Oturardı. Zaten Bunun üçün gələn var idi burada. Mən bu günləri bizim bir hərbiçimiz
olmalıydı. Buradadırmı? Olub çıxıb da, ay xanım, siz nə danışırsınız? Onlar yani piyada biraz aralıdır da. Piyada soğuk biraz aralıdır. Ha. Könül xanım, bu əminlik hardan? Hə də, mənim üçün də maraqlıdır. Könül xanım, mən burada sizə deyirəm. Deməli, bu həmişə Sehran bəy deyir. Deyir ki, qarşısında məni görəcək. Mən elə demirəm. Əgər o qızın həqiqətən də Samirənin yoxa çıxmasında döyülmə, nə bu kişinin əli varsa, mən onu bu studiyadan çıxaracağam. 100% biləm ki, Amma mən sizə deyirəm ki, günahı olan kişi alnı açıq uzaq burada oturmazdı. Qara məni baxsın. Amma ailədə söz-söhbət hamıda var. 15 ildir bu verilişin təməlini qoymusunuz. Siz burada o qədər insanlar görmüsünüz ki, zəng gözləyirəm. qırmızı adamın sifətinə durublar. Davam edin də. Cinayəti törədib, gəlib üzünüzə durublar ki, bəlkə filan kəs törədib, amma hansı ki özü törədib. Az görmüsünüz, Xoşçanım xanım. Sifətində qırmızılıq yoxdur. Sizcə? Günahı olan arvadını axtarar. Siz mənə qulaq asmadınız, Leyla xanım. Biz Mən qulaq burada asdım, siz cinayətkarlar görmüşük ki, Xoşqədəm xanımın üzünə durublar. Amma özü eləyib ha bunu, bastırıb, örtüb üstünü. Bu qadını açıb, ağardıb, ortaya çıxardıb. İndi mənə belə sual verəndə Xoşqədəm xanım, valla mən şoka düşürüm, istəyirəm durum çıxım gedim mən buradan ki, Nurjeli bəlkə doğrudan da mən səhv deyirəm. Samirə axtarılır. Əgər Samirənin yerini kimsə bilirsə və ya ona dəstək verib saxlayırsa 055-101-01-47-yə zəng et. Mən sizi gözləyirəm. Gizlədiblər sadəcə, gizlədiblər. Hə də gizlədiblərsə biz niyə Akşini öldürürük? Sürtürlər də ki, geçsin Akşini niyə öldürürük onda? Akşinə niyə deyirik o sözləri? Niyə deməyək ki, Akşin onu bu vəziyyətə gətirib də, Akşin normal ailə saxlasaydı, ailəsinə dəyər versəydi, hörmət qoysaydı, dəqiqədə palaz kimi ayağının altına salıb çırpmadı. Mətanət gəlməyən, neynəyək biz bu mətanət? Mətçi neynəyək? Bu yazdıqları doğrudur sən bu qızın başına nə oyunlar açmısan? Deyir, mənim belə eləyib, şəkillər zat göndərib, mən onları belə deyək də göstərmirəm, çünki olmaz. Dəhşətli şeylər var burada. Dedikləri doğrudur, o səndə nə məlumatlar var? Danış. Əvvəla orada deyir ki, mən öz ayaqlarımın üstündə duran xanımam, heç kimdən pul istəməmişəm. Mən dünən də verilişdə dedim ki, o xanımın səs yazıları, anasının səs yazıları, bacısının səs yazıları var. Evin kirayə pulunu, kreditin pulunu, uşağa oyun xalçasının, kalyaskanın, yəni dərmanların hamısının pulu var. Məni ən çox narahat edən bilirsən nədir? Sən uşağı hamıdan gizlədəsən. Heç kəs bilməyə ki, sənin uşağın var, dəhşətdir və bu qadın gəlib deyir, çıxart uşağı üzə və DNK ver. Dəhşət. Həm, onsuz da birdən içəriyə qışqıraraq girdi. Restoran maraqlıdır mənə. Deyir ki, çox gərgin idi və tort kəsiləcək idi. Birdən içəriyə qışqıraraq girdi. Kişi çıxdı, bunu aparsın. Yapışıb boğazından ona vurdu. Görüntüləri çıxardın. Öz əlindəki uşaqları yerə qoydu. Yerə çırpdı. Xahiş edirəm, ana uşağı gəlib çırpır ki, nəsə olsun. Ya mənim, ya da kişinin üstünə yıxsın. Aşağıda qohumlar gedərkən onlara məndən pis şeylər deyirdi, düzdür? Bacım əsəbləşdi. Amma sadəcə olaraq deyirdim ki, kişidən uşaq dünyaya gətirib, bəli, heç bir şey demədim. Dəhşət deyil. Mən dedim ki, mən onunla qohumlar danışdı, dedi ki, mənlə onun qohumları danışıb dedilər ki, biz Gülnarla bacarmırıq. Ay xanım, sənə qurban olum, ərin tələb eləyirdi də, yəni nə bacaracaqdılar? Əri əldən gedir, bu da gedib onu xilas eləməyə. Mən və biz kişi ilə, yəni bunun həyat yoldaşı ilə aramızda dava mübahisə olanları bunlar xəkər tapıb səs eşidirlər. Xəkər tapıb onları çıxarıb gəldilər ki, sən bizi söymüsən. Deməli, bu qızın əri ilə bunları o ki var söyüb. Bunlar da WhatsApp-dan o səs yazılarını, düzdür bu? Bəli. Səs yazılarını. Yoldaşıma,
necə söyüşlər söyürdü. Yoldaşım o səsləri eşitmək istəməyib, hamısını silirdi. O Sən də o səsləri Bəli, o gizlincə səslərin hamısı- götürürdün. Bəli, siz dediyiniz qaydada mən o səslərin hamısını köçürürdüm özümə və hamısı əlimdədir. Hamısı əlində. Bəli. O bu deməli bu qız sizə Qaynanama, uşaqlarına, baldızıma, qaynanana. qaynanama, baldızıma, mənə, mənim qızıma. Və bu kişi bu söyüşlər bu qədər eşitməyərək- təhqirlə gedib o qadının yanına. O söyüşləri o eşitmirdi. O göndərəydin eşidəydi də. Eşitmirdi, hamısını silirdi ki, mənə lazım deyil onların səsini eşitmək. Amma sən var idi, sən Bəli, sən hamısı indi əlimdədir, ona mən göndər təqdim ki, sən eləmişəm bu qadını sizə. seçmisən. Sənin ananı təhqir edəni seçmisən, sənin bacını təhqir edəni seçmisən, sənin uşağını təhqir edəni mi seçmisən? Səncə onu seçib? Deyink olsun deyirsən. Mətanət dedin ki, gəlirəm, gözləyirəm səni. Amma Səbəb sənə nədir axı DNK vermir? səbəb nədir DNK vermirsən? Düz deyir. Səbəb nədir? Xüsusi sponsorlar Medera Hospitalı, Almarket, sponsorlar uzman doktor oftalmoloq Cahid Şahbazov, Aytən Sonsuzluq Mərkəzi, Zob xəstəlikləri üzrə mütəxəssis Xəqani Həsənov, uzman uroloq Bəxtiyar Hüseynov, doktor Röya Musayeva, lor cərrah Leyla Zülfüqarova və Beynəlxalq Təhsil Mərkəzinin sponsorluğunda Səni axtarırama baxdınız.